Cavabında Bəndalı yüzbaşı səs gələn tərəfə deyil, havaya bir güllə atdı. Səs-küyü eşidib səngərlərində hazır dayanan bacıoğlular, əmioğlular, bir də Bəndalı yüzbaşının qardaşı Çıraq, o tək güllə atılan kimi səs gələn tərəfi basdılar gülləyə. Kəndin hər tərəfində itlər hürüşdü, hər tərəfdən qarasına atılan güllə səsləri eşidildi. Bəndalı yüzbaşı qız üçün gələnlərə qışqırdı. Özünüzü havayı qırdırmayın, çıxın gedin. Cavabında bir neçə güllə birdən atıldı. Evin pəncərələrinin şüşələri çiliylənib töküldü. Qaranlıqdan təzə bir səs eşidildi. Əşi, Bəndalı yüzbaşı bu köpək uşağının bir təkini də salamat buraxmayacaq. Bəndalı, üst tərəflərini kəsmişik. Bəndalı yüzbaşı dedi. Adama atmayın, qoyun çıxıb getsinlər. Səsküyə yuxudan ayılıb bayra çıxan Abdullanın lap qulağının dibindən güllələr vıyıltı ilə keçib qapı pəncərəyə dəyirdi. Oğlan qorxaq adam değildi, ancaq işin nə yerdə olduğunu bilib, xalqa bu cür əngəl açdığı üçün ürəyində xəcalət çəkirdi. Qızı qaytarmağa gələnlər gördülər ki, xeyr, Bəndalı yüzbaşı batmalı kol deyil, qayıdıb getdilər. At ayaqlarının səsləri tamam uzaqlaşıb itlər susandan sonra Bəndalı yüzbaşı səngər elədiyi yerdən çıxıb bərkdən soruşdu. Uşaqlar, ziyanlıq zad olmayıb ki? Çıraq öz qapısından dedi. Bir şey yoxdur. Bəndalı yüzbaşı təkrar soruşdu. O biri tərəfdən necə? Çıraq dedi, salamat getdilər. Bəndalı yüzbaşının vurub yıxmaq üçün həmişə bir girəvə axtaran bacıoğlusu İrşad öz qapılarından dedi. Ay dayı, qoymadın o it uşağının hamısını qıraq dayına. Bəndalı yüzbaşı cavab verməyib artırmaya qalxanda Abdullanı orada görüb gümrah səslə dedi. Qardaş oğlu, sən niyə yuxudan olmusan? Oğlan xəcalətlə dedi. Sizə iş açmışıq. Bəndalı yüzbaşı dedi. İşi zadı yoxdur, yeri soyun yat. Abdullah onun üçün ayrılmış otaqda elə paltarlı uzanıb səhərə qədər gözünü yummadı. Səhər çaydan sonra Abdullah Bəndalı yüzbaşıya dedi. İcazə versəydiniz, bugün biz gedərdik Yevlağa. Bəndalı yüzbaşı təəccüblə soruşdu. Yevlağa? Bəli, oradan da Bakıya gedəsiyik. Bəndalı yüzbaşı gülümsüyüb zarafat yana dedi. Yoxsa gecəki əhvalat qorxutdu səni? Xeyr, elə əvvəldən fikrim Bakıya getməkdi. Amma cavan tacir düz demirdi. Əslində istəmirdi ki, onların üstündə burada başqaları davaya düşsün. Bəndalı yüzbaşı dedi. Qardaş oğlu, sənə əvvəl də dedim, indi də deyirəm. Bura öz evinizdir. Lap bir ildə qala bilərsiniz. Heç kəs də yel olub böyrünüzdən ötə bilməz. Ancaq kişi baxıb gördü ki, cavan tacir qalmaq istəmir. Səhərsi gün özü şəhərdən fayton getirdi. Bəndalı yüzbaşının arvatı Yaquta iri firuzə qaşlı bir üzük boy görüncəyi bağışladı. Kişi özü də oğlana əla bir buxara dərisi ilə bir dəz diagonal kostyumluq bağışladı. Yolları üçün cürbəcür yeməklər qoydular. Bəndalı yüzbaşı bacısı oğlu İrşadla əmisi oğlu Cəmilə tapşırdı ki, onları aparıb lap Yevlağacan ötürsünlər. Oğlanlar da tüfənglərini götürüb atlandılar və faytonu lap Yevlağacan ötürüb qayıtdılar. Yolda Abdullah fikirləşdi ki, Bakıdansa Gəncəyə getmək daha məsləhətdir. Çünki Gəncə Qarabulağa yaxındır. Ona görə də Gəncəyə gedib düşdülər mehmanxanaya. İndi sizə kimdən deyim? Bağbanlar Ələkbərdən. Bağbanlar Ələkbər 35-36 yaşlarında, üzündə tək-tək çopuru olan qara buğdayı, yaraşıqlı bir adam idi. Yüzlərlə düşməni olduğu üçün həmin çuxanın altında 2 tapanca gəzdirərdi. Çayxanalarda nərd oynayanda o da həmişə Qarabağlı, xanlıq, muxtar kimi kürəyi divara tərəf oturardı.
Düşmənləri də onunla üzbəsurət atışmağa cürət eləməzdilər. Bilirdilər ki, bağbanlar Ələkbərin bir gözü nərdə baxırsa, bir gözü ətrafındakı adamlardadır. Özü də hər iki əli ilə sərras atandı. Abdullah Gülün düşdüyü mehmanxananın qapçısı qoca kişi idi. Şeylərini mehmanxanaya daşıyanda cavan tacir ona bir abbası əvəzinə 1 manat vermişdi. Abdullah fikir eləyirdi ki, bir qədər də Gəncədə qalıb ara sakitləşəndən sonra qaydarlar Qarabulağa. Ancaq bir gün qoca xidmətçi onu kənara çəkib dedi: "Oğul, görürəm sən yaxşı adamsan. Ona görə də sənə bir sirr açmaq istəyirəm. Ancaq gərək öz aramızda qalsın." Abdullah bu sözə bərk təəccüb eləyib and içdi ki, dünyasında onun ağzından sir çıxmaz. O zaman qoca soruşdu: "Hər gün gəlib mehmanxananın bahçəsində nərd taxtı oynayan bağbanlar Ələkbəri tanıyırsan?" Abdullah dedi: "Tanımasam da haqqında eşitmişəm. Hər gün bura gəldiyini də bilirəm." Leylinin məhəbbəti kimi belə dərdli olsun. Bir an qıza elə gəldi ki, o özü kimi isə... Üzr istəyirəm. Yəqin onu da eşitmisən ki, bağbanlar Ələkbərin kəsdiyi başın sorğu sualı yoxdur. Abdullah dedi: "Eşitmişəm." Qoca ətrafına baxıb pıçıltı ilə dedi: "O sənin külfətinə aşiq olub. Məsləhətdir ki, lap bu gecə Gəncədən çıxıb gedəsiz. Yoxsa yaxşı olmaz, heyfsiz." Bu əhvalatı Abdullah da, Yaqut da öz-özlüyündə duymuşdular. Onlar görürdülər ki, ayaqlarında güzgü kimi parıldayan uzun boğaz çəkmə, başında ən bahalı papaq, qastor çuxalı, qızıl vəznəli, qızıl toqqalı adam hər gün gəlib saatlarla bağçada nərd taxtı oynaya-oynaya eyzən olar olan otağın pəncərəsinə baxır, ancaq bu barədə bir-birinə heç nə demirdilər. İlk dəfə o Yaqutu görəndə Abdullah otaqda yox idi. Ayın oyun almaq üçün şəhərə çıxmışdı. Yaqutsa sinəsi açıq, zərxara köynəkdə pəncərə qabağında dayanıb qulac-qulac saçlarını hörə-hörə şəhərə tamaşa eləyirdi. Elə bu vaxt nərd oynamaq üçün bağçadakı üstü açıq çayxanaya gedən bağbanlar Ələkbərin tamam təsadüfi halda gözü qız dayanan pəncərəyə sataşdı. Yaqutu görəndə yerində mıxlanıb qaldı. Pəncərə 2-ci mərtəbədə olduğundan bağbanlar Ələkbər hətta Yaqutun durna boyu kimi uzun ağ boynundakı qara xalı da aydınca gördü. Bu an kənardan bağbanlar Ələkbərə baxan olsaydı, deyərdi ki, bu adam yəqin ömründə belə gözəl görməyib. Birdən Yaqut gözlərini şəhərdən çəkib bağçaya baxanda, heyran-heyran ona tamaşa eləyən cavan kişini görüb, ancaq bir an ona diqqət yetirib, pərdənin arxasına çəkildi. Elə bu andan sonra bağbanlar Ələkbər, hətta Abdullah evdə görünəndə də gözünü o pəncərədən çəkmirdi. Qoca xidmətçi məsləhət gördü ki, xoruzun 1-ci banı Gəncədən çıxsınlar. Abdullah şəhərə getdi. Fayton tutub beh verdi. Onlar hələ dan yeri ağarmamış Gəncədən çıxdılar. Bu tələsik gedişin səbəbini oğlan Yaquta açmadı. Ancaq qızda şübhə yeri qoymamaq üçün dedi: "İstəyirəm ki, sən Bakını görəsən. Hələ desən səni teatrada aparacağım." Qız teatr haqqında eşitmişdisə də görməmişdi. Ona görə də Bakıya getmək xəbərinə sevindi. Ancaq Yevlağa çatana qədər saatlarca gözünü onların pəncərəsinə dikən yaraşıqlı qara buğdayı, üzündə tək-tək çopuru olan, güləndə sədəf kimi ağ dişləri görünən, qızıl vəznəli, qızıl toqqalı oğlan xəyalından çəkilmirdi. Sözün düzü, Abdullah mehmanxanada olmayanda elə Yaqut da maraqdan özünü saxlaya bilməyib, tül pərdə arxasından oğrun-oğrun o oğlanın hərəkətlərinə diqqət yetirirdi. Cavan tacirin də belə geyinmədiyinə heyfslənirdi.
Dünən həmin oğlan yenə də bağçada nərd oynayırdı. Başına 5-6 adam yığışmışdı. Yaqut da həvəsini boğa bilməyib, yenə də tül pərdə arxasından onlara tamaşa eləyirdi. Bu zaman bağbanlar Ələkbərin başına toplaşmış cavanlardan biri "Ley, ley!" deyə göyə işarə ilə səsləndi. Yaqut da baxıb gördü ki, bir ley xeyli yüksəkdə dövrə vurur. Bağbanlar Ələkbər tapancasını çıxarıb ancaq bir an nişan alıb atdı. Ley 1-2 metr yuxarı qalxıb daş kimi ağacların arasına düşdü. Oğlan da tapançanı qoburuna qoyub heç bir şey olmamış kimi oyununa davam elədi. Əlbəttə qız atası Bayram bəyin və onun dostlarının Novruz bayramında, toylarda nişana atdıqlarını çox görmüşdü. Ancaq bu dəfə nazik bığı şəvə kimi parıldayan bu ədalı oğlanın quşu bu qədər sərras vurmağı və üzündəki sakit qürur qıza ayrı cür təsir elədi. Burada aşıq yaxşı deyib, "Ay dünya, nə qəribə işlərin var sənin." Amma bütün bu xəyallar qızın birinci dəfə gördüyü qatara əyləşəndə yox olub getdi. Qız ley vuran oğlanı bir də xeyli sonralar, tacir əri Abdullah ilə tez-tez dalaşanda, onun hərəkətlərindən xoşu gəlməyəndə yad eləyərdi. Bakıda Təbriz mehmanxanasına düşdülər. Bu mehmanxananın sahibi Hacı Hacıağa etibarlı, mömin bir şəxs olduğundan, qəza şəhərlərindən gələn tacirlərin əksəriyyəti onun mehmanxanasına düşərdi. Özü də Cənubi Azərbaycandan idi. Yaqut dənizi birinci dəfə görürdü. Ancaq dəniz ona Qarabuğdayı, Qarabağın Qıjov çayları kimi təsir eləmirdi. Yaylağa getdikləri zaman hüşdürümlə axan o harın çayları uca boylu, yəhərli atla keçərkən qız özündə də bir coşğunluq, göylərə pərvazlanan bir həyəcan hiss eləyirdi. Bozumtul göylə birləşən dəniz ona soyuq, qüssəli görünürdü. Amma gecə opera teatrında tamaşa elədiyi Leyli və Məcnun indiyə qədər onun hiss eləmədiyi qəmli bir dünya idi. Məcnunla Leylinin nakan məhəbbətində əlacsız, dərdli, bu fani dünyaya sığmayan ayrı bir gözəllik vardı. Bu qızın heç bir zaman duymadığı, indi heyran qaldığı, göz yaşı tökdüyü bir məhəbbət idi. Bu dərdli məhəbbətin yanında onların, yəni pristav qızı Yaqutla cavan tacir Abdullahın məhəbbəti çox solğun görünürdü. Bu da qızı məyus eləyirdi. Qız bu anda istəyərdi ki, onu da belə sevsinlər, onun özünün də məhəbbəti Leylinin məhəbbəti kimi belə dərdli olsun. Bir an qıza elə gəldi ki, o özü kimi isə Leyli təkin sevir, ancaq onu İbn Salama ələ veriblər və bu cavan tacir Abdullah elə o İbn Salamın özüdür. Fasilədə Abdullah bufetdən bahalı konfetlər, şəkər çörəyi alıb gətirdi. Elə bil qız bu işə təəccüb elədi, acığı tutdu. Konfetlər də ona lap mənasız göründü. Qız onlara əlini də vurmadı. Amma tamaşadan sonra onlar mehmanxanaya gələndə bütün bu duyğular yaz vaxtı Qarabağ meşələrinin üzərində tez-tez zahir olan buludlar kimi yox olub getdi. Yenə də nişanlısı ilə şən zarafatlar başladı. Amma nə ki düzdür. İlk dəfə gördüyü o məhəbbət faciəsi qəlbinin dərinliklərində niskilli bir xatirə olub qaldı. Özü də zaman-zaman ona elə gəldi ki, bu elə onun öz xatirəsidir. Abdullahın əlbəttə bu haldan xəbəri yox idi. Oğlan narahat idi. Ona görə narahat idi ki, ticarət işləri tökülüb qalırdı. Hər gün onun filan qədər qazancı itib gedirdi. O biri tərəfdən də Bakı qoçularının hərəkətləri onu qorxudurdu. Nişanlısı sarıdan qorxurdu. Dünən lap mehmanxananın yaxınlığında günün günorta çağı qoçu Fərəclə qoçu Baloğlan düz 1 saat atışdılar. Polis də bunu görməməzliyə vurdu. Qoçu Fərəci çox binamus deyirdilər. Küçədə gözəl bir qıza, bir gəlinə gözü düşdü mü, qutardı. Gərək həmin gün oğurlayaydı.
Bakıya gələnə qədər qoşulub qaçdığı cavan tacirin varı dövləti haqda düşünmək heç Yaqutun ağlına da gəlmirdi. Amma teatrlarda, küçələrdə rast gəldiyi xanımların daşqaşını, geyimini gördükdə, burada Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi milyonerlərin olduğunu bildikdə, qoşulub qaçdığı cavan tacirin varı, mağazası onun nəzərində xeyli kiçildi. Elə bil cavan tacirin özü də birdən-birə balacalandı. Dünyada işlər varmış. Dövlətlilər varmış, brilyantlar, daşqaşlar varmış, gözəl binalar varmış. Qız gecə oğlanla küçədə gəzərkən iri pəncərələrdə yanan gur işıqları gördü. Yəqin ki, o zinətli lampalarla işıqlanan zallarda ayrı cür həyat vardı. Birdən qıza elə gəldi ki, əgər onun qoşulub qaçdığı oğlan da o Gəncədəki bağbanlar Ələkbər kimi giyinsəydi, onun kimi bir göz qırpımında uçan tuşu tapança ilə havada vuran olsaydı, bəlkə Bakıdakı bu milyonerlər, bu göz qamaşdıran brilyantlar onun gözünə görünməzdi. O nişanlısı ilə öyünərdi. Qarabulağın 7-8 kilometrliyində Alıqulular obası vardı. Onlar da Kürdoballar kimi tərəkəməkdi. Kişilərdən oğru olmayanı tapılmazdı. Oğurluq bacarmayana qız verməzdilər, deyərdilər əfəldir. O tərəflərdə məşhur bir məsəl də vardı. Deyərdilər, Alıquluların şahidi sarı mərdanlılar olar. Alıqululardan bir adamı oğurluqda təqsirləndirəndə and içərdi ki, oğurluq olan gecə sarı mərdanlıda filankəsin evində idi. O da and içib təsdiq eləyərdi. Həmin Alıqulular obasında böyük mülkədar Həsən bəy yaşayırdı. Obadan aralı çayın qırağında bəyin divarları, sütunları firuzə rəngində 2 mərtəbəli gözəl bir imarəti vardı. Evin hər tərəfi böyük bağ idi. Xalq arasında Həsən bəyə oğru bəy deyirdilər. Çünki çar polisi o ətrafda kimi oğurluqda ittiham eləyib həbsə alsaydı, Həsən bəy qutarardı. Qəza rəisi özü Həsən bəyin dostu idi. Ona görə də kim böyük oğurluq eləsəydi, tutuldu-tutulmadı, gərək Həsən bəyin payını xəlvətçiyə verəydi. Həsən bəyin adlı sanlı ruhanilərə, o cümlədən də Abdullahın əmisi Abdullah əfəndiyə böyük hörməti vardı. O, belə nüfuzlu ruhanilərə tez-tez bəxşişlər göndərirdi. Hörmətli ruhanilər də fərqinə varmazdılar ki, bu hədiyyələr oğrulardan gələn pulların hesabınadır. Bəyin ehtiramına qarşı minnətdar olduqlarını bəyan eləyib, ona dua eləyərdilər. Cavan tacir uzun-uzadı fikirləşəndən sonra nişanlısı ilə Qarabağa qayıdıb, düz gəldi Həsən bəyin evinə. Həsən bəy boylu buxunlu, tənumənd bir adam idi. Tacir tayfəsi ilə yaxın olmadığı üçün onların ancaq adlı sanlılarını tanıyırdı. Ona görə də cavan taciri əvvəl tanımadı. Ancaq Abdullah əfəndinin qardaşı oğlu olduğunu və Bayram bəyin qızını götürüb qaçdığını biləndən sonra tapşırdı onlara hörmət eləsinlər. Sonra bəy fayton göndərib qəza qazısı Axun Mirzə Qələndəri evinə qonaq dəvət eləyib, əhvalatı ona danışıb dedi. Vaxtda ki, oğlan qızı mənim evimə getirib, gərək onu Bayram bəylə barışdıraq. Qazı Mirzə Qələndər gödək, yoğun, qırmızı sifət bir kişi olub, tubulku ağacından qayrılmış, iri, qırmızı müştüydə papirosun oduna yandırardı. Özü də çox söhbətçil, baməzə, arvadbaz bir adam idi. Getdiyi uzaq kəndlərdə saz, dul arvadları siğə eləməyi savab iş hesab eləyərdi. Həsən bəyin də, Bayram bəyin də dostu, həm söhbəti idi. Əlbəttə, əgər qız Bayram bəyin qızı olmasaydı və cavan tacir də Abdullah əfəndinin qardaşı oğlu olmasaydı, hamısından da mühümü qızı götürüb Həsən bəyin qapısına gəlməsəydi, Qazı ağa bu izdivaca çətin icazə verərdi. Amma indi neynəmək olardı? Həsən bəylə Qazı ağa böyük qonaq otağında stolun ətrafında əyləşmişdilər. Özü də orucluq vaxtı idi.
Həsən bəyin qəribə işləri vardı. Onlardan biri də buydu ki, heç vaxt orucunu keçirməzdi. Yəqin məsələdir ki, Qazı ağa da oruc idi. Stolun üstünə ət, cücə soyutması, cürbəcür məzələr, göyərtilər düzülüb bir qrafində araq qoyulmuşdu. Bəylə Qazı ağa oturub iftarı gözləyirdilər. Qazı ağa arağa işarə ilə gülümsüyüb zarafatyana dedi: "Bəy, görünür araqla iftar açmağın ayrı ləzzəti var." Həsən bəy Qazı ağanın zarafatından rəncidə xatir olmayıb dedi: "Oruc öz yerində, araq da öz yerində. Bu azancı zalım oğlu da dillənəcək ki." Səhərdən dilinə içki, xorək dəymədiyi üçün indi bəyin hövsələsi bir tik olmuşdu. Qalxıb otaqda səbirsizliklə var-gəl eləyirdi. Birdən ayaq saxlayıb pəncərədən görünən minarəyə xitabla, yəqin ki, azançının qarasına acıqla dedi: "Muçot kriçi da." Qazı ağa ləzzətlə güldü. Azancı dillənən kimi bəy araqla dolu qədəhi götürüb dedi: "Qazı, sağ ol." Bəy qədəhi bir nəfəsə boşaldıb yerə qoyaraq əyləşib tələsik yeməyə başladı. Qazı ağa da bismillah deyib səliqə ilə orucunu açdı. Bir qədər yeyəndən sonra bəy qədəhini doldurub dedi: "Qazı ağa, gəlsənə bir qədəh meyl eləyəsən." Qazı ağa gülümsüyüb cavab verdi ki, "Xeyr ha, mən ləziz təamlardan, pürrəng çaydan, bir də zərif tütündən zövq alıram." Bəy qədəhini boşaldıb soruşdu: "Bəs topuğu girdə gəlinlərdən necə, hallıca dulluca arvadlardan necə?" Bəy qəhqəhə ilə gülüb qədəhini doldurdu. Qazı ağa qırqovulun, pulovun altında qızarmış zərif budunu götürüb boşqabına qoyaraq dedi: "Qadın dünyanın ən şirin nemətidir. Ondan necə ləzzət almamaq olar? Siğəni də şəriət ona görə buyurub ki, dul qadınlar özləri də bu ləzzətdən beynəsib olmasınlar." Bəy dəmlənmişdi. "Ay lotu," dedi, "əməllərinizi paka çıxarmağı bacarırsınız." Qazı ağa ürəyində bilirdi ki, biraz lotuluğu var. Ona görə də zarafatyana dedi: "İnsan gərək özünü Allahın yaratdığı ləziz nemətlərdən məhrum eləməsin." Bəy bir qədəh də vurub soruşdu: "Deyirlər, sən Kürdobada kör bir qadın siğ eləmisən." Qazı ağa gülümsünüb dedi: "Ona baxsan deməzsən kördür. Çox cazibədar, iri qara gözləri var. Digəl ki, görmür. Özü də o qədər gözəl, ətli canlıdır ki, o yandan bəri yeriyəndə deyirsən bəs bir ağ maya gəlir." Bəyin hərəmi özü kimi yaşlı, arıq, uzunburun bir arvad idi. Ona görə də Qazı ağanın tərəfindən vəcdə gəlib dedi: "Gecələr lüt soyundurub alırsan qucağına." Qazı ağa gülüb dedi ki, "Daha onu deməzlər ki, sən araqdan ləzzət alırsan, mən də şux cananlardan." Bəy qızarıb pötmüş halda dedi: "Yaxşı eləyirsən. Bu axmaq dünyada bacardıqca keyf çəkmək lazımdır. Qazılığa da bir qoz, bəyliyə də. Qoy nə deyirlər desinlər. Bilirəm, düşmənlərim məni daldada oğru bəyi adlandırırlar. Amma bilmirlər ki, mənim oğru bəyi olmağım, onların doğru bəy olmağından 100 dəfə artıq xeyir verir cəmaata." Qazı ağa güldü. Bəy dedi: "Gülmə Mirzə Qələndər, düz deyirəm. Məsələn, mən həmişə oğrulara deyirəm ki, ay köpək uşağı, kasıb-küsubla işiniz yoxdur. Kasıb it oğlundan Allah da bezardı, bəndə də. Gedin o kəslərdən aparın ki, Kürdobalı Hacı Qara kimi 10.000 qoyunu var. Yeriyin sodayar Məşədi Sütülünün top dağıtmaz mağazalarına ki, İsveçrə bankında milyonları var. Heylələrindən nə qədər aparsaz halaldır. Mən ölüm belədir, belə deyil Mirzə Qələndər." Qazı ağa ayaq üstə güclə dayanan bəyə baxıb, yenə də kişmişi güldü. Bəy bu dəfə özünü çox tox tutub dedi: "Odur ki, kasıb adamın heyvanını aparan oğru tutulanda onu qutarıb eləmirəm. Deyirəm, qoy gedib yatsın köpək oğlu. Amma başın üçün Mirzə Qələndər, hampadan, dövlətlidən aparan oğruların hələ indiyəcən birini də qoymamışam qəzəmətə girsin."
Qazı ağa gördü ki, bu dəfə də gülsə, bəy özündən çıxacaq. Ona görə də balaca irişməklə kifayətlənib, nökərin gətirdiyi soyuq dovğadan 2 çömçə götürüb, öz boş qabına tökdü. Bəy kefli birdən dərdlənib dedi: "Rəiyyət köpəyoğlu xeyrini başa düşən deyil, Mirzə Qələndər. Qulağıma çatır ki, kasıblar da daldada mənim qeybətmə eləyirlər ki, bəy oğrularla əlbirdir. Tay demirlər ki, Həsən bəy olmasa, həmən oğrular onların arvadlarının tumanını da aparar. Sən yaxşı eləyib bu vəziyyət, bu rəiyyət arvadlarının gündə birini siğ eləyirsən." Qazı ağa dedi: "Bəy, mən şəriətin buyurduğuna xilaf iş görmürəm." Bəy əlini çənəsinə çəkib dedi: "Mirzə Qələndər, mənə yox da. Mən gimnaziya qurtarmışam, özüm də Allaha inanıram. Amma siz mollaların alimi bir əməllərinizi bilirəm axı." Bəy bərkdən gülüb, əlini Qazı ağaya tərəf uzadaraq dedi: "Mən ölüm, vur gəlsin." Qazı ağa hal əhli idi. Gülümsüyüb şappıltı ilə vurdu bəyin əlinə. Bəy nəşəyə gəlib çırtıq vurub oxudu: "Aç xurcunu, kəs almanı, ver yara dilim dilim." Sonra da divana uzanıb o saatda şirin xoruldadı. Qazı ağa da onun üçün ayrılmış otaqda namazını qılandan sonra soyunub yaylı çarpayıda, təzə ipək yorğan döşəkdə ləzzətlə gərnəşib kürdobada siğə elədiyi kör qadının suluq kimi ağ, yumuşaq bədənini xatırlaya yuxuya getdi. Dan yerinə işıq düşəndə durub yenə də namazını qıldı. Sonra bəylə qonaq otağında əyləşib, axşamdan hazırlanmış cürbəcür yeməklərlə o başdanlıq elədilər. Bəy həmişə yanında saxladığı qoçaq oğlanlardan birini göndərdi Qarabulağa. Bayram bəyə xəbər versin ki, Qazı ağa ilə Həsən bəy axşam gələcəklər onlara. Həmin bu vaxtlar Yaqut Həsən bəyin qızları ilə, Abdulla da oğlanları ilə olurdu. Olurdu deyəndə, yəni yemək içməkləri onlarla olurdu. Bəyin 2 oğlu, 2 də qızı vardı. Qızlarının böyüyü nişanlı idi. Kiçiyi də elə Yaqutla yaşdaş olardı. Bəyin böyük oğlu Kərim bəy Xarkov şəhərində vəkillik oxuyurdu. Kiçik oğlu Əmir bəy də Şuşada Realni məktəbdə oxuyurdu. İndi yay vaxt olduğundan təhtilə gəlmişdilər. Yaqut fikir verib gördü ki, bu oğlanlar səhərdən axşamacan nişana atırlar, kart oynayırlar, ov eləyirlər. Özü də onların kartda oynadıkları oyunlar tamam başqa cürdür. Onları nə Abdullah bilir, nə Yaqut. Qız onlara fikir verdikcən özünü birtəhər hiss eləyirdi. Elə bil ki, qız bu oğlanı çoxdan tanıyırdı. Elə bil ki, bunlara qarşı qızda çoxdan bir doğmalıq varmış. Onlar hər neyniyirlərsə qıza qəribə görünürdü. Bəyin böyük oğlu çox zorlu idi. Bir dəfə Yaqutla Abdullah pəncərədən baxıb gördülər ki, 5-6 cavan oğlan həyətdə dayanıb bərkdən gülüşürlər. Bəyin böyük oğlu Kərim bəy yekə bir eşşəyin quyruğundan yapışıb, oğlanlardan biri də ağacla eşşəyi çu deyə döyəcləyir ki, yerisin. Ancaq heyvan nə qədər güc verirsə, yerindən tərpənə bilmir. Yaqut da oradakı oğlanlar kimi qəhqəhə ilə güldü. Amma Abdullahın qıza acığı tutdu. Onlar axmaq işlər tuturlar, sən də gülürsən. Ancaq cavan tacirin sözləri qızın xoşuna gəlmədi. Ürəyində o zarafatçıl bəy oğlanlarını heç də axmaq hesab eləmədi. Cavan tacir ağıllı da olsa, qadın tayfası barədə təcrübəsiz idi. Elə bildi ki, bu qızıl vəznəli, gümüş xəncərli, yaraşıqlı oğlanların axmaqlığı barədə onun dediklərinə nişanlısı inandı. Ta bilmədi ki, sözləri qızın ürəyində onun, yəni cavan tacirin zərərini oldu. Tapışdıqları vaxtdan birinci dəfə olaraq nişanlısının belə bir bəy oğlu ilə olmadığına qız ürəyinin dərinliklərində heyfsləndi. Cavan tacirin geyimi də, ağır başlı hərəkəti də qıza indi birdən-birə xoş gəlmədi.
Ancaq necə deyərlər, iş işdən keçmişdi. Həsən bəy axşam iftardan sonra 3 atlı faytonunu qoşduraraq Qazı ağa ilə birlikdə əyləşib getdilər Qarabulağa, Bayram bəyin evinə. Bayram bəy o saat başa düşdü ki, bunlar nəyə gəlib. O bir otaqda Fatma xanım bildi ki, Həsən bəylə Qazı ağa nəyə gəlib. Ancaq iki dünya bir olub, biri də heç olsa, Bağdad bəyin nəvəsi Fatma xanımın ürəyi heç zaman bu işlə barışmayacaq. Qoz satan Güney Güzdəyli gədəsi Pristav Bayram bəyin kürəkəni olsun. Qızın əvvəlki nişanlısının atası Hacı Hüseyin rəyyət olsa da, adlı sanlı tərəkəmə idi. Vurub tutan, sayılan adam idi. Qoyun sürülərinin, at ilxılarının bir ucu buradaydı, bir ucu harda. Güney Güzdəyli gədəsi kimdi? Tərəzi gözünə baxan bir çərçi. Fatma xanımın ticarət əhlindən zəhləsi getdiyi üçün hamısını tərəzi gözünə baxan çərçi adlandırırdı. Özü də irtməklik sünnü. Ancaq Bayram bəy başqa cür fikirləşirdi. Bayram bəy uzaq görən adam idi. Baxıb gördü ki, indi dünya ticarətindir. Abdullah da insafən çox ağıllı, zirək tacirdir. Az vaxtda əməlli başlı mağaza sahibi olub, hörmət, etibar qazanıb. Moskva, Kiyev, Xarkov kimi şəhərlərdə ticarət eləyir. Qaldı sünni olmağı, Bayram bəy heylə şeylərə fikir verən deyil. Nə sünni şiyabazlıqdır. Bunlar bəy hamısı lotu-potu mollaların uydurmalarıdır. Bütün bunlara görə də Qazı ağa ilə Həsən bəy barışıq məsələsini açanda, Bayram bəy çox ustalıqla özünü tox tutub dedi. Vaxta ki, siz gəlmisiniz, nə deyə bilərəm? Qazı ağa dedi, Allah xeyir versin. Həsən bəy dedi, gərək bu xeyir işin sağlığına bir qədər qırmızı hadrut şərabı vuraq. Bayram bəy də gülümsüyüb dedi, Qazı ağa icazə versə vurmaq olar. Həsən bəy dedi, Qazı ağa ilə sövdalaşmışıq, biz onun arvadbazlığının üstünü vurmuruq, o da bizim şərab istemal eləməyimizin. Bayram bəy gülüb bünyadı çağırıb əmr verdi ki, o bir otaqda süfrə açıb zirzəmidən də şərab çıxarsınlar. Bayram bəyin razılığını alandan sonra Güney Güzdəydən cavan tacirin əmisi Abdullah əfəndi başqa qohum qardaşı gəldi. Qızın kəbini kəsildi, sonra da oğlanla qızı gətirib Bayram bəylə barışdırdılar. Fatma xanım nə qızının üzündən öpdü, nə də kürəkəninin üzünə baxdı. Ancaq Bayram bəy razılıq verəndən sonra neyniyə bilərdi? Cavan tacir külfətini apardı Məşədi mülkündə kirayə tutduğu evə. Yazda sənin dayın Nuru ilə haramıda, alaçığın qabağında söhbət eləyirdik. Xaynamız Qarabulaqdan gəlib xəbər gətirdi ki, Yaqutun bir gilas göz oğlu oldu. Yəni, sən dünyaya gəldin, ay Murad. Nuru dayın 13 manat muştuluq verdi. Sənin babalarının, nənələrinin əhvalatları belə olub. Əlbəttə ki, mən ancaq yadıma düşənləri danışdım. Kim bilir, onların həyatında daha nə qədər əhvalatlar olub. Neynəmək? Bu dünyada igid babalardan, nənələrdən, yadımıza düşənlərdən başqa nə qalır ki? Möhnət qoca qəlyanından bir nəfəs alıb, üfüqdə gümüş bir xət kimi parıldayan Araza baxdı. Muradın söylədikləri. Madam ki, körpəlikdə məni Əllamə adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap 2-3 yaşında görüb duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil bu zaman mənim 13-14 yaşım varmış. Və bu məni həmişə əsəbləşdirirdi. Çünki mən keçmişləri xatırlamaq istəyirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib eləyib məndən əl çəkmirdi. O qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İskəndərin dəlləyi kimi məni rahat buraxmırdı.
İndi soruşa bilərsiniz ki, nəyə görə mən babalarım, qocalarım, atam, anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayəyə daxil edirəm. Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbi xanım, Səkinə qocanın, xanım nənənin, Bayram babanın, babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənlə yaşayır. Mən atamla anamın bir-biri ilə tez-tez dalaşmalarını, aylarla bir-biri ilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğunu, nə üçün Bayram babamın bir zaman aşiq olduğu ala gözlü, qələm qaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu mənim üçün gizli bir qüssəyə çevrilirdi. Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə, elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: geriyə baxma, qoca. Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm. Ancaq yenə də ona təkrar tamaşa eləmək, nəyisə anlamaq istəyirəm. Bəlkə də bu mənim nəyisəni o zaman babamla nənəmin, atamla anamın bir zamanlar yaşadıqları, xoşbəxt olduqları gözəl hissləri əzaba, kədərə, kinə, nifrətə döndərən qəddar səbəbi bilmək arzum idi ki, indi də məndən əl çəkmirdi. Mən indi də keçmişsiz yaşaya bilmirdim. Bu keçmiş daim mənimlə idi. Zəhnim hal-hazırın ən mürəkkəb hadisələri ilə çox aydın tərzdə uğraşanda da məndən idi. Bəzən ağlım çaşırdı və mənə elə gəlirdi ki, həyat ancaq bu xatirələrin intihasız davamından ibarətdir. Elə bil ki, bu xatirələr özləri daim yaşayan qəribə bir aləmdir. Elə bil ki, hər şey ancaq mənim zehnimdən gəlib keçən xəyallar silsiləsidir və mən əgər əzab, kədər doğuran əhvalatları görməsəm, hər şey gözəl olar. Ancaq təəssüf ki, mən bu əhvalatları görürdüm və adamın əli oda toxunanda diksinib şirin yuxudan ayıldığı kimi, bu əhvalatlar da məni günlərin, illərin adi, çox adi təfərrüatına qaytarırdı. Elə isə görə Yaqut xanımın Gilasgöz oğlu ilə adi görünən bu həyat necə əlbəyax oldu? Güclə yadıma divarları firuzə rəngində kürsülü bir ev gəlir. Biz bu evin 2 balaca otağında olurduq. Evin geniş artırması, firuzə rəngli məhəccəri vardı. Məhəccərin üstünə içində qırmızı, sarı qərənfil bitmiş güldanlar qoyulmuşdu və bu qərənfillər mənim yadıma gələn ilk gördüyüm çiçəklər idi. Bunlar təbiətin gözəlliyi ilə mənim ilk təmasım idi. Bəlkə buna görə idi ki, sonralar da mənim ən çox sevdiyim çiçək qərənfil idi. Bizim Maral adlı 16-17 yaşlı bir qulluqçumuz vardı. Göyçək, şən bir qız idi. Mən də demək olar ki, anamdan çox mehrimi ona salmışdım. Bir gün başında tüklü basma papaq, əynində köhnə yamaqlı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mən gözlədim, Maral gəlmədi. Gözlədim, gəlmədi. Sonra Maralı istəyirəm deyə ağlamağa başladım. Atamla anam məni ovutmağa çalışaraq dedilər: dilənçi gəlib Maralı apardı. Beləliklə, mən yeni qədəm bastığım bu dünyada ilk dəfə olaraq ayrılıq acısını duydum və bu, mənim ürəyimi uzun zaman kövrəldən ilk kədərim oldu. Mən biraz böyüyəndə bildim ki, bu dilənçi Maralın atasıymış və atamgilin onu dilənçi adlandırmaları ürəyimdə mənə toxundu. Anam ya əl maşınında tikiş tikər, ya xörək hazırlayar, mən də yerə döşənmiş xalının üstündə oturub öz-özümlə oynayardım. Anam iş görəndə astadan zümzüm eləyərdi.
Bekar vaxtlarında isə içində atlı, qılınclı pəhləvan şəkilləri olan kitablar oxuyardı. Ya da qonşu otaqda yaşayan bəyim xala ilə söhbət eləyərdi. Bəyim xala saçları kömür kimi qapqara, arıq, orta boylu, nəzakətli, zərif bir qadın idi. Evdə də həmişə bütün qızıl zinətlərini taxıb elə geyinərdi ki, elə bil toya gedəcəkdi. Bəyim xalada əri Daşdəmir əmidə cavanlıqda xan qızı Natəvanın sarayında xidmət eləyərmişlər. Orada aşiq məşuq olub, qoşulub qaçıblar. Ona görə qoşulub qaçıblar ki, xan qızı bəyimi çox istəyirmiş. Fikri də buymuş ki, onu versin bəy oğlanlarından birinə. Amma bəyim də vurulub Daşdəmirə. Daşdəmir əmi kök, qırmızı bir kişi idi. Özünün də baqqal dükanı var idi. Bəyimlə evlənəndən sonra Şuşada Bayram babamın köməyi ilə Daşdəmir əmi əvvəl uryadnik olub, uzun boğaz çəkmə giyib, furaşka qoyub, qılınc asıb, pakon taxıb. Biraz maya düzəldəndən sonra keçib ticarətə. Onların məndən 2-3 yaş böyük bir oğlu vardı. Özü də ağıldan kəm idi. Onunla oynamaq üçün mən tez-tez onlara qaçırdım. Ancaq oğlan mənlə oynamayıb, qayıq gözləri ilə eyzəm boşluğa baxaraq, öz-özünə anlaşılmaz sözlər danışırdı. Məndən 2 yaş kiçik olan bacım Mahtab ondan qorxurdu. Bəyim xala oğlu ilə elə danışırdı ki, elə bil oğlan ağıllı başlı adam idi. O ondan dicni eləyəndə bəyim xala sakit, mehriban səslə deyirdi: "Fazil, ağıllı ol." Fazili həmişə təmiz, qəşəng geyindirərdilər. Daşdəmir əmi hər gün onun üçün konfet, şəkər çörəyi alıb gətirərdi. Mən dayanıb Fazilin öz-özü ilə oynamağına tamaşa eləyərdim. O da mənə baxmadan "Ay qutu, qutu" deyə əlindəki balaca ətir qabını hey o tərəf bu tərəfə çevirərdi. Fazil xəstələnəndə bəyim xala ilə Daşdəmir əmi əldən ayaqdan gedərdilər. Gecə səhərə qədər uşağın çarpayısının böyründə oturub keşiyini çəkərdilər. Onların, yəni Daşdəmir əmi ilə bəyim xalanın Fazili bu qədər əzizləmələrinə, onunla ağıllı uşaq kimi rəftar eləmələri mənim ürəyimi kövrəldirdi. Mənim Fazilə daha çox yazığım gəlirdi. Bu mənim həyatda insan faciəsi ilə ilk tanışlığım idi. Atam şəhərin kənarında səfalı bir yerdə özümüz üçün 2 mərtəbə böyük ev tikdirdi. Anam da tez-tez üstündə qırmızı güllər olan qanavuz çarşabını örtərək bizi də götürüb təzə evimizə baxmağa gedərdi. Atam bizim gəlişimizlə fərəhlənib evin ayrı-ayrı otaqlarını, mətbəxin necə olacağını anama izah eləyərdi. Anam da çarşabını açıb artıq hörgü işi qurtarmaqda olan otaqları, böyük sahəli bağımızda atamın əkdirdiyi meyvə ağaclarını, gülləri həvəslə nəzərdən keçirərdi. Artırmanın geniş, pəncərələrinin iri olmağını istəyirdi. Mən də balaca bacımla bağda ora-bura qaçıb, quşların bizdən hürküb pırıltı ilə uçmağından, sağsağanın sevinclə səslənməsindən ləzzət alırdım. Kirayədə olduğumuz evin dar, yarıqaranlıq həyətindən sonra elə bil ki, zambaq kimi göm-göy səmanın altındakı bu geniş, cavan bağımızda azadlığa çıxırdıq. Təzə-təzə boyatan alma, armud, gilənar ağacları, yenicə qalxan təzə yoncalıq bizə hədsiz sevinç gətirirdi. Biz nəşə ilə qışqıraraq alabəzək kəpənəklərin ardınca yürürdük. Mən ilk dəfə olaraq təbiətin gözəlliyini, quşların, kəpənəklərin, yeni-yeni yarpaqlayan cavan ağacların, təzə qalxan yoncaların sevincini hiss eləyirdim. Amma öz təzə bağçamızdan ayrılıb kirayə tutduğumuz evə gələndə ürəyimə məyusluq çökürdü. Hər şey mənə bu balaca, yarıqaranlıq həyət kimi tutqun görünürdü. Bəyim xalanın döşəkçəsinin üstündə əyləşib, sükut içində nəysə tikməsi, Fazilin gözlərini boşluğa zilləyərək "Ay qutu, qutu" deyə əlindəki balaca qutunu oynatmaqdan usanmaması məni kədərləndirirdi. Mən heç bir səbəb olmadan ağlamaq istəyirdim.
Atamın da öz mədaxilini, məxaricini ciddi ifadə ilə hesablayıb, yaşıl karandaşla, balaca dəftərçədə səliqə ilə qeydlər eləməsi məni darıxdırırdı. Mən bir güşəyə çəkilərək təzə bağçamız haqqında, zambaq kimi mavi göy haqqında, nəşə ilə uçuşan quşlar haqqında, bizimlə oynaşan kəpənəklər haqqında xəyallara dalırdım. Bunlar müəyyən bir əhvalat ətrafında birləşməyərək, müxtəlif boyalarla, müxtəlif sözsüz kadrlarla gözümün qabağından gəlib keçirdi. Həyatımda birinci dəfə olaraq mən quşların, kəpənəklərin azadlığını və bu azadlığın nəşəsini hiss eləyirdim. Birinci dəfə olaraq bu azadlığa həsəd aparırdım. Birinci dəfə olaraq mənim qəlbimdə ata-anama məlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dəfə olaraq mən tez-tez təklənərək, real həyatdan uzaqlaşıb bu xəyal aləminə qapanırdım və bu xəyal aləmi mənə real həyatdan daha şirin, daha gözəl görünürdü. Məndən çox az gülüb danışan və anamla daima öz işləri haqqında söhbət eləyən atamın ciddiliyinə qarşı məndə bir soyuqluq əmələ gəlirdi. Onun geniş alnı mənə həddindən artıq sərt görünürdü. Və mən tez-tez maralı xatırlayırdım. Onun məni sevməsi, gülüşü, zarafatları, qaçaq nəpə haqqında oxuduğu mahnıları artıq geriyə qayıtmaz, xoşbəxt günlərim kimi acı xatirələrə çevrilirdi. İndi içində yaşadığımız otaq mənə həddindən artıq darısqal və boğucu görünürdü. Mən tez-tez gecələr qorxulu rüyalar görüb yuxuda ağlayırdım. Bizim təzə evimizə köçməyimiz və dəftərxana kağızlarının göyə sovrulması. Nəhayət, atamın tikdirdiyi binanın bir tərəfi hazır olandan sonra biz kirayədə olduğumuz evdən ora köçdük. Hamımız bayram içindəydik. Mən də, bacım da, anam, atam da təzə paltar geyinmişdik. Anam brilyant qaşlı qızıl bilərziklərini, aypara şəklində olan qızıl silsiləsini taxıb, ortasında göz kimi iri yaqut olan enli, qızıl kəmərini bağlamışdı. Ayaqlarında diktaban lak tüflü vardı və bütün bunlar mənim onsuz da gözəl anama fövqəladə bir yaraşıq verirdi. Onun gözəl, duru gözlərində bir sevinç duyulurdu və bu məni xoşbəxt eləyirdi. Mən həmişə anamı şən görəndə özümü xoşbəxt hiss eləyirdim. Həmişə çox ciddi, işgüzar bir adam olan atam da bugün deyib gülürdü. Təzə evimizin, bağçamızın barəsində anamın tərifinə məmnuniyyətlə qulaq asırdım. Atamın bu cür şadlığı tez-tez gülüb zarafat eləməyi məni sevindirirdi. Bir də gördük ki, adamlar səsküylə dəftərxanaya sarı yürürdülər. Atam, anam, ustalar söhbətlərini kəsib təəccüblə ora baxdılar. Sonra gördük ki, adamlar dəftərxanaya doluşdular. Sonra da qəribə bir hadisə oldu. Adamlar dəftərxananın kağız kozunu pəncərədən, qapılardan bayra tullayırdılar. Kağızlar da havada uçuşaraq ətrafa səpələnirdi. Sonra çinovniklər bayra çıxaraq pagonlarını qoparıb atırdılar. Bu nə əhvalatdır, deyə anam təəccüblə soruşdu. Atam ona cavab verməyərək piləkəni tez-tez düşüb dəftərxanaya tərəf yürüdü. Sonra gördüyü bir kişi içəridən gətirdiyi kətilin üstünə çıxıb, əllərini ölçə-ölçə nə isə danışmağa başladı. Sonra bütün izdiham birdən-birə hərəkətə gəlib qışqırdı. Urra! Pəncərələrdən hey atılan kağızlar havada ağarışırdı. Nəhayət atam da, ustalar da qayıdıb gəldilər. Atam həyəcanla anama dedi. Nikolayı taxtdan salıblar. Elə şey olmaz, deyə anam təəccüblə səsləndi. Binamızın o başında işləyən erməni usta qara dedi. Niyə olmur? İnqilabçılar çoxdan əlləşirdilər ki, iki başlı qartalın boğazını üzsünlər. Mən ustanın sözünü düzünə başa düşərək, qartalın da iki başı olarmı deyə təəccüblə düşündüm. Lakin mən bu barədə heç nə soruşmağa cəsarət eləmədim. Çünki atam dəfələrlə mənə acıqlanmışdı ki, böyüklərin söhbətinə qarışmayım. Bu tapşırıq da mənlə böyüklər arasında getdikcə bir səddə çevrilirdi.
Saysız hesapsız suallarım ürəyimdə qalırdı. Atam papiros büküb yandıraraq dedi: "Yəqin kişi də bugün sabah gələr." Atam Bayram babama həmişə kişi deyirdi. Nikolay taxtdan yıxılanda Bayram babam qonşu qəza rəisinin müavini idi. Anam qayğı ilə dedi: "Yəqin ki, yollar qarışıqlıq olacaq." Atam dedi: "Kişiyə nə qarışıqlıq, onu aləm tanıyır." Anam dedi: "Az düşməni yoxdur ki." Atam dedi: "Heç nə olmaz." Mən Bayram babamın gələcəyini eşidib sevinclə soruşdum: "Nə vaxt gələcək babam?" Atam mənə sərt bir nəzər salıb acıqlı-acıqlı dedi: "Sənə 100 dəfə tapşırmışam ki, böyüklər söhbət eləyəndə dayanıb gözünü onların ağzına dikmə. Uşaqsan, get oyna." Həmişə atam mənə acıqlananda anam məni müdafiə eləyirdi. İndi də mənim pərt olduğumu görüb atama dedim: "Uşaq söz soruşur da, pis şey eləmir ki." Mən ağlayacağımı hiss eləyərək iri daş piləkəni düşüb bağdakı tut ağacına söykəndim. Burada məni heç kəs görmürdü. Mən də heç kəsi görmürdüm. Mən ağaca söykənib ağladım. Hər dəfə atamın danlağına qarşı anamın məni müdafiə eləməsi ürəyimi kövrəldirdi. Sonra mən gözümün yaşını pencəyimin qolu ilə silib, bayaq dəftərxananın qabağındakı hadisəni xatırladım. Sonra iki başlı qartalın necə olduğunu təsəvvürümə gətirməyə çalışdım və bunun padşaha nə dəxli olduğunu təəccüblə düşündüm. Sonra onu da düşündüm ki, axı padşahı taxtdan kimlər və necə yıxırlar. Mən elə bilirdim ki, padşah anamın danışdığı 1001 gecə nağıllarındakı kimi tilsimli bir qalada qızıl taxt üstündə əyləşib. Onun o tərəf bu tərəfində isə bir əlində qalxan, digər əlində uzun nizə tutmuş pəhləvanlar dayanmışlar və bu pəhləvanlar da Rüstəmzal kimi güclüdülər. Ona da təəccüb eləyirdim ki, adamlar mənim həmişə həsədlə tamaşa elədiyim qızıl zərli paqonları niyə qoparıb atırdılar? Ne üçün sevinirdilər? Elə bu zaman altında dayandığım tut ağacına bir sağsağan qonaraq mənə baxıb sevinclə səsləndi. Həmişə sağsağan gəlib Bayram babagilin bağında elə səslənəndə Fatma nənəm şadlanıb deyərdi: "Xeyir xəbər sağsağan, oğlunun oğlu olub, qızının da oğlu olacaq." Tut ağacına qonmuş sağsağan mənə baxıb susur, sonra yenə sevinclə səslənirdi. Yəqin ki, sağsağan babamın gələcəyini mənə xəbər verir deyə mən şad yalanıqla düşündüm. Dəftərxananın kağızları cırılıb göyə sovurulandan sonra bizim balaca şəhərin küçələrində silahlı, patrondaşlı adamlar peyda oldular. Mən evimizin küçə qapısında oturub saatlarca onlara tamaşa eləyirdim. Onlar iri, hündür atlarını ora-bura çapır, bərkdən danışıb gülüşürdülər. Sonra evimizdə 2 tüfəng və çoxlu patron gördüm. Gecələrsə bizim böyük qonaq otağımız qonaqla dolu olurdu. Bu zamanlar evimiz tamam tikilib qutarmışdı. Böyük zalı qiymətli xalı gəbə ilə döşəyərək qonaq otaq eləmişdilər. 14-15 yaşlı nökərimiz Qüdrət balaca armudu stəkanlarda qonaqlara çay, çini boşqablarda cürbəcür xuşgəbər aparırdı. Anam da qonaq otağına bitişik otaqda oturub onların söhbətinə qulaq asır, bizi, yəni bacım Mahtabla məni səs eləməyə qoymurdu. Mən böyük zalda hey hürriyyət, Rusiya, məşrutə sözlərini eşidirdim. Axır səbr eləməyib anamdan soruşdum ki, onlar nə barədə danışırlar? Sən bilən şeylər deyil, deyə anam qısa cavab verdi. Nökərimiz Qüdrətdən 2-3 yaş böyük olan qulluqçumuz Zinət pıçıltı ilə məni başa saldı ki, onlar padşahın yıxılmağından danışırlar. Bütün bu işlər isə mənim zehnimdə tamam bir qarmaqarışıqlıq əmələ gətirmişdi. Mən gecələr yerimə girəndən sonra gündüz görüb eşitdiyim bu həyəcanlı hadisələri dərk eləməyə çalışırdım. Lakin hər şey məndən uzaq və anlaşılmaz idi. Ata-anamın bu əhvalatlar barədə mənə heç nə deməmələri, məni saymamaları ürəyimi ağır hisslərlə sıxırdı. Bütün xarici mühiti, hətta ata-anamı belə özümə qarşı biganə hiss eləyirdim.
Sonra evimizdəki söhbətlərdən bilirdim ki, yollarda, kəndlərdə soyğunlar başlayıb, gecə evlərə hücumlar olur, hökumət olmadığı üçün hər kəs bildiyini eləyir. Bir gündə atam şəhərdən gəlib, həyəcanla anama xəbər verdi ki, Nikolayın İran sərhəddində olan qoşunları gəlib gedir. Yevlaxa ki, oradan da qatarlarla daşınıb geçsinlər Rusiyaya. Nə üçün deyə anam soruşdu. Atam papiros bükə-bükə dedi. Bizimkilər dinc oturmurlar. Yolları kesiblər ki, İran sərhəddindən qayıdan çar qoşununu qırsınlar. Yəqin işdir ki, bu asan məsələ deyil. Qoşunun topu var, pulemyotu var, ondan bacarmaq olar. Atam papirosunu yandırıb əlavə elədi. Çarın qisasını qoşundan almaq istəyirlər. Anam dedi, qoşun öz başına deyildi ki, yazıq saldatların nə günahı var? Onu kimə başa salmaq olar? Özü də qoşun gəlib buradan keçəcək. Atam əli ilə bizim evin yaxınlığından keçib Yevlax stansiyasına gedən şose yola işarə elədi. Əgər qoşunla atışmağa başlasalar, onlar da şəhəri topa tutacaqlar. Ona görə də siz burada qala bilməzsiniz. Burada qalmayıb hara gedəsiyik? Deyə anam soruşdu. Biz 3-4 adam qərarı almışıq ki, qoşun gəlib keçənə qədər arvad uşaq yığılsın Məşədi Qurbanın evinə. Ora daldadır. Yevlax yolundan atılan güllələr oranı tutmaz. Anam papiros yandırıb dinmədi. Mən hiss elədim ki, anam bu məsələdən narazıdır. Görünür Məşədi Qurbanın evinə sığınmaq onun xoşuna gəlmirdi. Məşədi Qurban uca boy, enli kürək, qartalburun bir kişi idi. Özü qəssab olsa da şəhərdə sayılan adam idi. Qoyun sürüləri, çobanları vardı. Bizlərdə o adama sayılan deyirdilər ki, atıb vuran olsun, heç kəs onun bir sözünü iki eləyə bilməsin, əlsiz ayaqsızları müdafiə eləsin. Məşədi Qurbanın 5-6 otaqdan ibarət bir mərtəbəli evinə bizdən başqa qohum-qonşudan da 3-4 ailə yığılmışdı. Ev qalın bağın içində idi. Ev sahibi qoyun kəsir, arvadlar da qapıda qalanmış ocaqların üstündə iri mis qazanlarda xörək bişirirdilər. Hamı həyəcan içində idi. Kişilər topa dayanıb söhbət eləyirdilər. Məşədi Qurban hamıdan sakit görünürdü. Qısa çubuqlu qəlyanını tüstülədə adamların söhbətinə qulaq asırdı. O öz sakitliyi ilə mənə əzəmətli görünürdü. Bağın qalınlığında zəncirə bağlanmış atlını atdan salan iri itlər, adamların həyəcanlı üzləri və Məşədi Qurbanın təmkini mənim xəyalımı çəkib möhtənd qocanın söylədiyi nağıllara aparırdı. Mən atamın arxa tərəfində həllənərək kişilərin söhbətinə qulaq asırdım və atam hərarətlə deyirdi. Canım, bizimkilər ağılsız hərəkət eləyirlər axı. Niyə qoymurlar qoşun çıxıb geçsin yerinə yurduna? Niyə xalqa qırğına verirlər? Düzdür canım, deyə baqqal Daşdəmir əmi həyəcanla səsləndi. Tutaq ki, 3-400 saldat qırdılar. Nə olacaq? Axı, niyə qırasan? Saldat olanda nə olar? Deyə atam həyəcanla dedi. Onun da ata-anası var, vətəni var. O durub öz xoşu ilə gəlməyib ki, bura. Qarnı özündən yarım metr qabağa çıxan erməni dərzi Santi təsdiq elədi. Elədi, abalam, yazıq deyillərmi? Səhərdən bəri uzaqdan səsküy, at ayağının tapıltıları eşidilirdi. Sonra bu səslər bir-birinə qarışıb boğuq bir uğultuya çevrildi. Sonra getdikcə yaxınlaşan güllə səsləri eşidildi. Atam dedi, yəqin ki, qoşun girdi şəhərə. Məşədi Qurban qəlyanını ağzından götürüb sakit səslə nökərlərinə əmr elədi. Tüfəklərinizi götürün, çıxın yola. Sonra bağdan o tərəfdəki hündürlüyü göstərib dedi. Yoldan keçən qoşuna güllə atmayın. İşte əgər görsəz evlərə hücum zad olur, onda bir təkini də sağ buraxmayın. Elə olsa biz də gələcəyik. Hərəsi 2-3 patrondaş bağlamış 5 oğlan tüfənglərini götürüb sevinclə yüyürdülər yala, elə bil ki, toya gedirdilər. Sonra Məşədi Qurban nə fikirləşdisə, qəlyanının külünü yerə çırpıb, uzun şal pəncəyinin cibinə qoyaraq iti addımlarla evə girib, 2 kəmər patron və götək bir 5 atılan götürüb, onların ardınca getdi. Atam arxadan səsləndi. Məşədi, biz də gələk? Yox, deyə kişi cavab verdi. Siz arvad uşağın yanında olun.
Atışma getdikcə şiddətlənirdi. Dərzi Santi lap dilxor olmuşdu. Keçməsiz türklərin də belə işlərindən, ay canım, qoyun yazıqları çıxıb geçsinlər də ayna. Baqqal Məşədi Əlibala yana təsdiq elədi. Vallah düz deyirsən Santi. Hökumət ki yıxıldı, Gədə-Gülənin öhdəsindən gəlmək olar. Hərə bir tüfəng götürüb qalxıb atın belinə. Qorxumuzdan dükanımızda oturub çax-çuxumuzu da eləyə bilmirik. Mənimsə gözüm Məşədi Qurban əmigilin tüfənglənib getdiyi yaldaydı. Gözləyirdim görək nə vaxt onlar atışmağa başlayacaqlar. Amma onlar atışmırdılar. Atam dedi, görünür qoşun atışa yoluna davam eləyir. Şəhərlə işləri yoxdur. Dərzi Santi hərarətlə dedim. Canım, o yazıqlar öz başlarının hayındadılar. Axı şəhərlə nə işləri var? Sizinkilər dinc durmurlar da. Məşədi Qurbanın Xorasandan alıb gətirdiyi arvadı Zəhra xalada arvad uşağa ürək-dirək verib deyirdi. Qorxmayın, heç nə olmayacaq. Zəhra xala milliyyətcə fars olub, uca boylu, qara gözlü, əsmər bir qadın idi. Özünün də Azərbaycanca qəribə, şirin ləhcə ilə danışmağı hamıya xoş gəlirdi. Qonum-qonşu xətrini çox istəyirdi. Axşama yaxın atışma tamam kəsildi. Məşədi Qurban əmigil yaldan qayıdıb gəldilər. Həmin günün səhəri dəhşətli bir hadisə oldu. Anam bağın aşağısında, çəpərin yanında durub, o biri həyətdə dayanmış özü kimi cavan bir qadınla söhbət eləyirdi. Böyüklərin hər söhbətini eşitməyə marağım olduğu üçün mən də onların yanında oynayıb nə barədə danışdıqlarını bilmək istəyirdimsə də heç nə başa düşmürdüm. Birdən elə bir gürültü eşidildi ki, yer titrədi, evin şüşələrindən bir neçəsi sınıb töküldü. Ora bax, deyə anam çəpərin o biri üzündəki cavan qadına qışqıraraq əli ilə göyü göstərdi və mən də baxdım. Tüstü basmış şəhərin üstünə daş, torpaq, aydın seçə bilmədiyim cürbəcür şeylər tökülürdü. Anam mənim əlimdən tutub evə tərəf qaçdıqda, indicə düz onun dayandığı yerə gürültü ilə yekə bir daş düşdü. Əgər anam 2 saniyə oradan gec aralansaydı, daş düz onun üstünə düşəcəkdi. Görünür tale onu daha dəhşətli əzablar üçün saxlayırmış. Şəhərdən qorxunc səslər eşidilirdi. Birazdan gördük ki, Məşədi Qurban əminin nökərlərindən biri çinində bir yeşik patron, kimi 4-5 tüfəng, kimi cürbəcür parça topları gətirdi. Nökərlərdən birinin isə qaşları, kiprikləri odda ütülmüşdü. Üzündə, əllərində yanıq yerləri vardı. Amma paltarından su axırdı. Atamgil onları dövrəyə alıb sorğu, suala tutmuşdular. Məlum oldu ki, çar zamanından qalmış silah ambarını adamlar dağıtdıqları zaman kiminsə papirosundan dinamit çəlləyini od düşüb, ambar partlayıb. Üz-gözü yanıb ütülmüş oğlan deyirdi. Camaat ambardakı şeylərin üstünə elə tökülüşmüşdülər ki, ağız deyəni qulaq eşitmirdi. Adamlar bir-birinə macal verməyib, nə bacarırdı, dartışdırıb aparırdı. Bu vaxt birdən elə bir gürültü eşidildi ki, mən əvvəlcə nə olduğunu başa düşmədim. Gördüm ki, Odalov dünyanı bürüdü. Sonra elə bil ki, məni bu cəhənnəmin içindən göyə tulladılar. Göydə alovlanan adamlar, Allah sən saxla, ya Allah deyə qışqırırdılar. Hiss eləyirdim ki, mənim də çuxam yanır. Sonra elə bil məni yerə çırpdılar. Qalxıb özümü attım çərəkənə. Həmin hərbi ambar çərəkən deyilən arxın qırağında tikilmişdi. Yoxsa yanacaqdım. Sonra atamgil şəhərdən xəbər gətirdilər ki, hərbi ambarın partlaması nəticəsində yüzlərlə adam həlak olub. Sonra həlak olanlar arasındakı tanışları sadalayırdılar. Sonra biz öz evimizə qayıtdıq. 2-ci mərtəbəyə çıxanda gördük ki, artırmaya açılan qapıların yuxarı tərəfləri güllədən dəlmə deşik idi. Atam qapıları nəzərdən keçirib anama dedi, fikir verirsən, bütün güllələr qapıların yuxarı tərəfinə dəyib, saldatlar gülləni havaya atırmışlar. Demək qoşun bizim adamları vurmaq fikrində olmayıb, başlarının üstündən havaya atırmışlar ki, çıxıb getmələrinə mane olmasınlar. Mən düşüb bağımızın qalın yerindəki həmin iri tut ağacının yanına qaçaraq, onun da xeyli yarpağının dəri deşik edildiyini, bəzilərinin qırılıb yerə töküldüyünü gördüm.
Demək, bunları da qoşunun atdığı güllələr qırıb töküb deyə düşündüm və birdən mənə elə gəldi ki, tut ağacı da sükut içində dayanıb kədərlə mənə baxır. Elə bil ki, məndən soruşur. Axı, bu nə işdir? Elə bu gündən də mənlə bu tut ağacı arasında mehriban ünsiyyət başladı. Mən də heç vəclə başa düşmürdüm ki, nə üçün o soldatlar uzaq-uzaq yerlərdən gəlib İranla bizim aramızda olurdular. İndi niyə çıxıb gedirdilər? Niyə bizim cəmaat onları qırmaq istəyirdi? Nə üçün o qədər barıtı, dinamiti, patronu yerin altındakı ambarda gizləyib saxlayırdılar ki, onlar da partlayıb adamları göyə sovursun? Yazıq adamlar. Lakin elə bu anda da mənim həmin həlak olan adamlara acığım tutdu. Axı onlar nə üçün ambarı dağıdırdılar? Oradakı şeylər ki, onların deyildi. Məşədi Qurban əminin öz nökərlərini ambardan qarət şeyləri daşımağa göndərməsi buradaca yadıma düşdü və bu əhvalat mənim gizli bir maraqla tamaşa elədiyim uca boylu, enli kürək, qartalburun Məşədi Qurbanı sanki gözümdən saldı. Sanki onun təmkini, əzəməti yox olub getdi. Mən həyatımda birinci dəfə olaraq adamların daxilində nə isə mənə məlum olmayan yırtıcı, qorxulu bir şeyin varlığını hiss eləyirdim. Və mən bu gərgin hisslərlə yarpaqları güllədən deşik-deşik edilmiş tut ağacına baxırdım. Mənə elə gəlirdi ki, o da mənim fikrimdən keçənləri düşünür. O da təəccüb eləyir və elə yenə buradaca aşıqların qaçaq Nəbi haqqında oxuduqları bir mahnı yadıma düşdü. Nəbinin bığları eşmə-eşmədi, papağı güllədən deşmə-deşmədi. Demək, Nəbinin düşmənləri buradan gəlib keçən soldatlar kimi gülləni havaya atırmışlar. Düz onun başına atırmışlar. Sonra da öz yoldaşı Nəbini yatdığı yerdə namərdliklə vurub öldürüb. Namərdliklə. Tez-tez Bayram babamdan eşitdiyim mərdlik, namərdlik sözləri mənim xəyalımda sehirli bir qüvvəyə malik idi. Amma indi elə bil o sözləri bürüyən duman yavaş-yavaş çəkilirdi. Mən mərdliyin, namərdliyin nə demək olduğunu anlamağa başlayırdım. Nağıllarda eşitdiyim mərd qəhrəmanlar bütün faciəvi çalarları ilə xəyalımda canlanırdı və onlar mənim ürəyimi məhəbbətlə kövrəldirdi. Qardaşlarının Məlik Məmmədi quyuya salmaları məndə onlara qarşı sonsuz bir nifrət doğururdu. Zümrüd quşunun Məlik Məmmədi zülmət dünyasından belində gətirib işıqlı dünyaya çıxarması məni sevindirirdi. Mən İgid Nəbinin də, Məlik Məmmədin də çöhrələrini gözümün qabağına çox aydın gətirdiyim halda Nəbini yatdığı yerdə vuran, paxıllıq ucundan Məlik Məmmədi quyuya salan namərdlərin nə şəkildə, nə üzdə adamlar olduqlarını heç vəclə təsəvvür eləyə bilmirdim. Onlar xəyalımda bəzən əcaib, eybəcər məxluqlar kimi, bəzən boynuzlu divlər şəklində, bəzən də vahiməli bir tüstü içində canlanırdılar. Amma mən Məlik Məmmədin, Qaçaq Nəbinin, kasıblara əl tutması ilə məşhur olan İgid Qaçaq Süleymanın nəinki gözəl çöhrələrini, mən elə gəlirdi ki, onlar ancaq gözəl ola bilərlər. Aydın görürdüm. Hətta mən onları özümə olduqca yaxın adamlar hesab eləyirdim. Mən saatlarla onlar haqqında düşünüb xəyala dalırdım. Mən bu qəhrəmanları həmişə də nəysə fövqəladə bir fədakarlıq göstərdikləri halda, məsələn, divlərin tilsimə salıb dustaq elədikləri halda, gözəl bir qızı və ya xəyanətlə quyuya salınmış cavan oğlanı xilas eləmələri şəklində təsəvvür eləyirdim. Suçu İman kişi. Bizim alt-olt otaqlardan birində İman kişi adlı suçumuz olurdu. O həm bizə, həm də yaxın qonşulara kəhrizdən iri mis sənəkdə su daşıyırdı. Bunun da əvəzində ona hər sənəyin suyu neçə qəpiyə isə pul ya da xorəkdən zaddan verirdilər. İman kişi evdə də, çöldə də eyzən öz-özünə danışırdı. Evdə olanda cındır keçə parçasının üstündə əyləşib, kürkünü ya şalvarını yamya-yamya, hey öz-özü ilə danışırdı. Mən də qabağında çöməlib ona qulaq asırdım. O isə mənə fikir vermədən deyirdi. Yer oğlu bir qıy vurub qalxdı göyə. Mən soruşurdum, İman kişi, kimdir yer oğlu? O mənə cavab vermədən bu cür anlaşılmaz şeylər danışır, bəzən gülməkdən qəşş eləyirdi. Hardansa əlinə keçmiş, vərəqləri saralıb didi-didi yolmuş bir kitabı gözünün qabağına tutub güya oxuyurdu. Quranın Quran olsun.
O bu kitabı Quran hesab eləyərək həmişə başının altına qoyurdu. İman kişinin başqa qəribə işləri də vardı. Məsələn, onun yanında qara daşın adını tutmaq olmazdı. Hissənib həmişə əlində gəzdirdiyi ağacla adamın baş gözünə əzərdi. Bunu bilən uşaqlar da küçədə onu görən kimi "İman kişi, qara daşa lənət" deyə qışqırıb ona sataşardılar. İman kişi də onları qovub tuta bilmirdi. Qara daşı belə müqəddəs hesab elədiyi halda qara toyuqla düşmən idi. Harda qara toyuq görsəydi, selbə ilə vurub qılçını ısındırırdı. Ona görə də adamlar İman kişini görən kimi qara toyuğu qovub onun gözündən uzaqlaşdırırdılar. Mən bir dəfə soruşdum ki, İman kişi, niyə qara toyuqla düşmənsən? Dedi, qızbəz qara toyuğa cadu eləyib. Qızbəz xala harda aş orada baş olan, xeyirdə, şərdə həmişə birinci iştirak eləyən, qız gəlinin qaşını alan, qadın toylarında məzəli sözlər danışıb qaravəlli çıxaran, gəlinlərə yengə olan bir arvad idi. Bir dəfə biz artırmada oynadığımız zaman küçədə arvad qışqırığı eşidib dal qapıya yürüdük. Gördük İman kişi qızbəz xalanın qolundan yapışıb ağacla budayır. Arvad da bağırır. İman kişi qəzəblə deyirdi: "Köpək qızı, cəmaatın toyuqlarına niyə cadu eləyirsən?" Qonşu kişilər yüyürüb qızbəz xalanı güclə onun əlindən aldılar. Bizim alt evlərdən birində də Kəklik xala adlı, saçları, kiprikləri, bütün bədəni dümağ, kasıb dul bir qadın olurdu. Kəklik xalanın 4 oğlu vardı. Kiçiyi 11-12, böyüyü isə 27-28 yaşlarında olardı. Arvad özü də, oğlanları da ona buna günəmuz işləyərək bir təhər dolanırdılar. İman kişi indi də Kəklik xalanı qaralamışdı. Ne üçünsə kişiyə elə gəlirdi ki, Kəklik xalanın gözləri görmür, hey öz-özünə danışırdı. Zalım qızına deyirəm, sən öləsən, öz sidiyindən tök, gözünü sidiyinlə yu açılsın. Eləmir ki, eləmir. İman kişinin xoşu gələn bir məxluq vardısa, o da mənim kiçik bacım Mahtab idi. O zaman Mahtabın 3-4 yaşı olardı. İman kişi qonşuların suyunu verib evə gələn kimi, biz də yüyürürdük onun yanına. Görürdün ki, İman kişi mənim anamın, qonşuların verdikləri xörəklərin hamısını saxsı çanaqda bir-birinə qatıb ağac qaşıqla yeyir. Bacım Mahtabı görən kimi, "Gəl papılı balam." Bu papılı İman kişinin özünün icad elədiyi söz idi. "Gəl otur," deyirdi. Mahtab da onun qarşısında köhnə keçə parçasının üstündə oturandan sonra İman kişi yeməkdən bir qaşıq onun ağzına qoyurdu. Birini də öz ağzına. Evdə anamgilin zorla yemək yedirtdikləri Mahtab İman kişinin bu əcaib xörəyini ləzzətlə yeyirdi. Anam bunu görəndə özündən çıxırdı. Qızı qucağına götürərək qulağını çəkib İman kişiyə acıqlanırdı. "Sənə 100 dəfə demişəm, uşağı yemək vermə." Ancaq İman kişi evə gələn kimi Mahtab yenə də gözdən oğurlanıb onun yanına qaçırdı. Yenə də İman kişi papılı balam deyə öz qaşığı ilə qıza həftə becər yedirdirdi. İman kişinin həyatı mənim üçün tamamilə yeni bir aləm idi. Bu aləm məni ona görə o qədər maraqlandırırdı ki, mənim özümün də bu həyatdan xaricdə bir aləmim yaranırdı. İman kişinin heç kəsi yox idi. Heç kəs onun hardan gəldiyini, harda, hansı ölkədə, hansı obada doğulduğunu bilmirdi. Hamı onu dəli hesab eləyirdi. Ancaq İman kişinin hey öz-özünə danışmağı, bəzən gülməyi, bəzən qəzəblənməyi mənə nağıllarda eşitdiyim cadugərlərin hərəkətlərini xatırladırdı. Fikirləşirdim ki, bəlkə bu kişi ayrı, tamam başqa bir dünyadan gəlib. Bəlkə doğrudan da qara daşa lənət oxumaq olmaz. Bəlkə qızbəz xala həqiqətən də cadugərdir. Bəlkə arvad doğrudan da qara toyuğa cadu eləyib. Əlbəttə, mən cadunun nə demək olduğunu bilmirdim. Ancaq bundan belə o elə öz anlaşılmazlığı ilə məni vahimələndirirdi. Bu vahimələri qulluqçumuz Zinətin cin dərəsi haqqında danışdığı şeylər də gücləndirirdi. Azca çopur, uzunburun bir qız olan Zinət, Bayram Babagilin obası Kürdobadan idi. Kürdobanın qışlağında cin dərəsi adlanan yiyəsiz bir dərə vardı.
Zinət danışırdı ki, gecələr cinlər o dərəyə yığılıb, toy çalıb oynayırdılar. And içirdi ki, qoca Mustafa oğlu Mehdi gecələr haramılardan qışlağa qaydanda neçə dəfə onları gözü ilə görüb. Cinlər kişini tutub oturdublar ki, qonaq olub onların xorəklərindən yesin. Mustafa oğlu da əlini xorəyə uzadıb Bismillah deyən kimi cinlər də, xorəkləri də yox olub. Çünki cinlər Allahın adından qorxurlar. Zinət onu da deyirdi ki, cinlər hər adamın gözünə görünməz. Mən də fikirləşirdim ki, bəlkə bizim görmədiyimiz cinlər iman kişinin gözünə görünür və iman kişi eyzən onlarla danışır. Mən və ağaclar. Evimizin qabağında atamın saldırdığı və indi hər gün heç olmasa 1-2 saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyvə ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhraya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı. Gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şah tutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam mallarıdan bərk qızdıranda Zinətə dedi ki, ged bir qoz budağı qır gətir. Zinət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü. Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarla yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi hesabı olmurdu. Lakin kədərin kimi fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim orta boylu, enli kürək, qara qaş, qara göz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənlə çox sərt rəftar eləyirdi. Nə üçünsə mənim zarafatım, deyib gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinç və kədərimi büruzə verməməyə çalışırdım. Və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı. Mən bir növ fağır, çəkingən olurdum. Bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o qəzəblənib məni maymaq, filinti, çolaq adlandırıb danlayırdı. Bu zaman yaxşı, dünya dağılmadı ki, deyə anam məni müdafiə eləyərdi. Mən də anamın məni bu cür müdafiə eləməsindən kövrələrək, bağımıza qaçıb, böyük tut ağacının yanına gələrək, ona söykənib o ki var ağlayardım və əgər hava tutqun, çiskinliyidirsə, tut ağacının pərişan sükutu mənim dərdimin üstünə dərd artırardı. Əgər hava bulutsuz, çiskinsiz idisə, şah tutun günəş işığında mərdanə bir şadlıqla parıldayan enli, ipək yarpaqlarından sanki qəlbimə anlaşılmaz bir təsəlli, bir sakitlik, məchul bir ümid axıb gözümün yaşını qurudurdu. Ağacların arasından atamın bazara, öz mağazasına getdiyini görəndən sonra mən də qayıdıb evimizə qalxırdım və anamın iri bədən nüma güzgünün qabağında dayanaraq
Nəysə zümzümə eləyə-eləyə uzun, qara saçlarını hördüyünü görüb şadlanırdım. Atamdan 4-5 yaş kiçik, boylu buxunlu bir gəlin olan anamın gözəlliyi, zinəti, paltarı həmişə məni fərəhləndirir, atamın sərt rəftarını, danlaqlarını mənə unutdururdu. Mən anamın üzərində qızıl zərli güllər olan gilənar rəngli uzun məxmər tumanına, qolları enli qanolsuz arxalığına, ortasında iri yaqut yanan enli qızıl kəmərinə, boynundan asılmış aypara şəkilli qızıl silsiləyə və bütün bunların ona necə gözəl yaraşdığına heyranlıqla tamaşa eləyirdim. Lakin belə zamanlarda anamın zümzümə elədiyi qəmli mahnı məni kədərləndirirdi. Mən istəyirdim ki, anam belə qüssəli şeylər oxumasın. O biş-düşdən, işdən sonra divan yastıqlarına dirsəklənərək Füzulinin, Natəvanın kitablarını ya da Firdosinin Şəhnaməsindən Rüstəmlə Söhrabın əhvalatını, əlbəttə bu kitabların kimlərin olduğunu mən yazı oxu öyrənəndən sonra bildim, ahəstə, lirik bir səslə öz-özünə zümzümə eləyəndə də mən eyni halları keçirirdim. Lakin o Ərmənusa, Hind racisi, Şahnamə, Min bir gecə və sairə kimi kitablardan oxuduğu əhvalatları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı. Və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların istirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf elədiyim insanlardan, yalnız anamdan başqa daha artıq xoş gəlirdi. O aləm məndə real həyata qarşı bir soyuqluq, bir bədbinlik yaradırdı. O aləm mənə daha şirin, daha cazibədar görünürdü. Ona görə də mən getdikcə öz evimizdə daha qaradinməz, adama yovuşmaz olurdum. Mən öz evimizdə deyirəm, çünki Bayram babamgildə dönüb tamam başqa adam olurdum. Öz evimizdə atamın mənlə həddindən artıq sərt rəftarı mənim öz daxilimə çəkilməyimin, hər şeyin mənə soyuq, yapışıqsız görünməyinin əlbəttə ki, əsas səbəbi idi. Sərhəddəki qoşun çəkilib gedəndən bir neçə gün sonra bir səhər Zinət sevinə-sevinə yüyürüb anama xəbər verdi ki, Fatma xanım, yəni anamın anası indicə gəldi. Bizim bağın qutaracağında bir malakanın qalın çəkilliyi vardı. Çəkillikdən o tərəfdə isə Bayram babamgilin 3 otaqdan ibarət bir mərtəbə evi idi. Evin qabağında böyük bağ var idi. Bayram babam bu evi Nikolay taxtdan düşəndən 2 il əvvəl Rusiyaya köçüb gedən bir malakandan almışdı və təzə ev tikdirmək üçün bağa çoxlu hörgü daşı tökdürmüşdü. Mən və bacım Mahtab anamla getdik babamgilə. Fatma nənəm artırmada qoyulmuş enli taxtın üstündə əyləşib, həmişəki kimi uzun müştüyündə papiros çəkirdi. Anamdan qabaq bacımla mən yüyürüb getdik yanına. İkimizin də üzündən öpdü. Nə atam, nə də anam heç bir zaman mənim üzümdən öpməzdilər. Bəlkə də buna görə idi ki, başqasının və o cümlədən nənəmin də üzümdən öpməsi xoşuma gəlmirdi. Fatma nənəm dedi, Allaha şükür ki, gəlib sizi sağ-salamat gördüm. Ara yaman qarışıb. Bəs dədəm niyə gəlmədi, deyə anam soruşdu. Fatma nənəm müştüyündən dərin bir nəfəs alıb dedi. Cəmaatı başlı başına buraxıb gəlmək istəmədi. Ağsaqqallar da yığılıb dedilər, əşi, sən getsən, burada papaqaldıqaç olacaq. Məni də Qızılbaş oğlu Alı üçün 3 atlıya qoşub göndərdi. Qızılbaş oğlu Alı yarısı Arazın İran tayında olan qədim şahsevən obalarından idi. Çox igid bir oğlandı. Həmişə Bayram babamın yanında olardı. Nənəmlə birgə Güllü adlı qulluqçuları və İmaş adlı nökərləri də gəlmişdi. Güllü Kürdobadan Vəli adlı kasıb tərəkəmənin qızı idi. 19-20 yaşlarında yanaqları lalə kimi alışıb yanan, sağlam, ətli canlı bir gəlin idi. Uşağı olmadığı üçün toylarından 3 il sonra əri boşayıb qovmuşdu. O vaxtdan Fatma nənəm gətirib qulluqçu saxlayırdı.
Hamı Güllünün zirəyliyini, təmizkar olmağını, deyib gülməyini tərifləyirdi. Ancaq ondan həmişə əl-üz sabununun iyi gəlirdi ki, mən də bundan bərk dilxor olurdum. Məni qucaqlayıb üzümdən öpəndə Burax deyə qışqırıb acıqlanırdım. O da qəhqəhə ilə gülüb zorla təkrar öpürdü. Babamgilin nökəri İmaşsa Cənubi Azərbaycandan idi. Təxminən Güllü yaşında nazik, yaraşıqlı bir oğlan idi. Bir il qabaq Şimali Azərbaycanda fəhləliyə gələn bir dəstə həmyerlisinə qoşularaq oradan Arazı keçmişdi. Cənubi Azərbaycanlıların geydiyi sərdarisi ilə keçi araqçını hələ də başındaydı. Məni görəndə Güllü yenə də qucaqlayıb o üzümdən bu üzümdən bərk-bərk öpdü. Yenə də mən ondan sabun iyi gəldiyini duyub, dartınaraq qucağından çıxdım. Anam bərkdən güldü. Fatma nənəm də gülümsüyüb, ay batmış, dedi. Sən qızıqmısan, uşağı utandırma. Güllü qəhqəhə ilə güldü. Fatma nənəm taxta qutusunu açaraq, zəfəran kimi sapsarı, saçaqlı tütündən papiros bükə-bükə anamdan soruşdu. Nurudan bir xəbər yoxdur ki. Məşədi Qara dünən Şuşadan gəlib. Bunların atasına deyirmiş ki, bunların dedikdə anam mənə işarə elədi. Anam heç bir zaman nə təklikdə, nə də adam yanında atamın adını deməzdi. Həmçinin atam da anamın adını deməzdi. Bu da mənim üçün qəribə bir sirr olaraq qalırdı. Nurunu görüb, özünə də qızıl onluq verib. Nuru özü istəyib pulu, nənəm soruşdu. Özü istəməyəndə Məşədi Qara durduğu yerdə ona pul verməyib ki. Fatma nənəm dedi. Kişi ona 5 gün bundan qabaq bir at yükü yavanlıq nə qədər pul göndərib. Allah saxlamış pulu pul kimi xərcləmir ki. Hamısını sən eləmisən, deyə anam acıqlı cavab verdi. Həmişə bir tərəfdən kişi bəsdir deyincə pul göndərib, bir tərəfdən də sən əlinə düşəni gizlin göndərib onu pis öyrətmisən. Xalqın da uşağı oxuyur, kim o qədər pul göndərir? Nənəm papirosunu müştiyə qoyub dərindən sümürüb susurdu. Mən ona baxıb hiss eləyirdim ki, anamın sözlərinə etiraz eləməsə də, ürəyində oğluna da acıqlanmır. Anamsa sözünə davam eləyib deyirdi. Neçə dəfə ümumxanada görüblər, onun nə vaxt ki arvad qız dalınca düşsün, nə vaxtıdır? Əlbəttə, mən bu söhbətdən heç nə başa düşmürdüm, ancaq nə isə hiss eləyirdim. Güllü onların qabağında dayanaraq, qəribə bir maraqla anama qulaq asırdı. Birdən nənəm acıqlı-acıqlı dedi. Onsuz da atanın qazandığını qardaşı gülləyə gəlmiş yeyir. Bu artıq mənə məlum idi. Fatma nənəm Bayram babamın qardaşı Eyvaz əmini nəzərdə tuturdu. Eyvaz əmi Kürdubada adlı sanlı tərəkəmə idi. Yaşda Bayram babamdan kiçik idi. Fatma nənəmin öz-özü ilə qəzəbli-qəzəbli danışmağından, anamla olan söhbətlərindən bilirdim ki, Bayram babam gah bir dəvə alıb bağışlayır Eyvaz əmiyə, gah at verir, gah pul. Bu da Fatma nənəmi yandırıb tökürdü. Axı, deyirdi, kişi fikirləşmir ki, özünün də oğlu var. Bugün sabah evlənəcək, ona da bir gün ağlamaq lazımdır. Anam dedi, dədəm qardaşını atmayacaq ki, nə olsun oğlu var. Anam cavan, gülərüz, yaraşıqlı bir oğlan olan əmisi Eyvazın xətrini çox istəyirdi. Fatma nənəmi od götürdü. Sən dilini farağat qoy, dedi. Vələdüzma Eyvazın tərəfini az saxla. Sizi görəndə yağlı dilini salır işə, elə bilirsiniz bir düzəməlli adamdır. Bayram məni Şuşadan gətirəndə anası Səkinə ilə heç üzümə baxmırdılar. Daldada da eyzən kişinin qarasına danışırdılar ki, gedib Şuşanın gözünü çıxarıb, dul gəlini alıb bizə töhfə təbərcəhi getirib. Anam gülümsəyib dinmədi. Qızılbaşı oğlu. Birazdan Fatma nənəmi gətirən qızılbaşı oğlu alıda gəldi. Bu uzun boylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzun boğaz çəkmə, əynində sərdari çuxa, başında gümüş papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança vardı. Necəsən bacı, deyə anamla hal xoş eləyib, Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
Anam ona müraciətlə gülümsəyib dedi: "Kişini tək qoyub gəlmisiniz?" Qızılbaşoğlu dedi: "Tək niyə olur? Camaat kişinin başına and içir." Sonra əlavə elədi: "Mən indi qayıdıram." Anam dedi: "Gecəyə düşəcəksən." Qızılbaşoğlu sakit cavab verdi: "Gecə yaxşıdır, Şpartı çölləri indi gündüz isti olur." Mən təəccüblə soruşdum: "Tək gedəcəksən?" "Əlbəttə," deyə o mənə baxıb gülümsədi. Mən dedim: "Bəs qaçaq quldurdan qorxmursan?" O eyni xoş təbəssümlə cavab verdi: "Qaçaq da adamdır dayına. Qaqaş, niyə qorxum ki?" Anam zarafatyana mənə dedi: "Bəyəm Alı dayın özü az qaçaq olub?" Qızılbaşoğlu qalxıb bağın içi ilə axan arxın qırağındakı yoncalıqda qolbənd elədiyi atını açıb gətirdi. Nənəm dedi: "Alı, otur çörək ye, sonra." Alı dedi: "Şəhərdə yemişəm." Sonra Güllüyə dedi: "Bacı, içəridən mənim tüfəngimi gətir." Güllüdən qabaq mən yürüb onun gödək beş açılanını və patronla dolu kəmərini gətirdim. Alı, "Salamat qalın," deyib, kəmərlə tüfəngi çiyinlərindən aşıraraq cəld hərəkətlə qalxdı, uca boylu alapaça ürgənin üstünə. Sonra soruşdu: "Kişiyə sözünüzdən, sovunuzdan." Anam dedi: "Sözümüz odur ki, kişidən müğayət olasan." Qızılbaşoğlu ciddi cavab verdi: "Arxayın ol bacı." Fatma nənəm Güllüyə dedi: "Gətir oğlanın dalınca su at." Qulluqçu içəri qaçdı. Qızılbaşoğlu isə ayaqlarını balaca tərpədən kimi at sıçrayıb yola düzəldi. Güllü yüyürüb gələrək suyu onun ardınca atdı. Qızılbaşoğlu ağacların arasından keçib yox olduqda, birdən-birə mənə elə gəldi ki, o bizdən ayrılıb tamam ayrı bir dünyaya getdi. Birazdan gün batıb gecə düşəcək. Qızılbaşoğlu yiyəsiz çöllərlə tək-tənha gedəcək. Kim bilir, bəlkə birdən qabağına bir dəstə qaçaq çıxacaq. Kim bilir, bəlkə qaranlıq dərələrin birində cin yığıncağına rast gələcək. Deyirlər, bir dəfə qaranlıq gecədə Qızılbaşoğlu Alı haramı ilə atlı gedirmiş. Birdən xapaxap 3 qaçaqla çıxır üz-üzə. Qızılbaşoğlu özü ilə silah götürməyibmiş. Sapı ceyran ayağından qayrılmış qamçısını qaranlıqda qəfil tapança kimi atlılara tuşlayaraq qışqırır: "Tökün tüfəklərinizi, yoxsa on atılanla hamınızı qırdım." Qaçaqlar bilirdilər ki, Qızılbaşoğlu on atılanın tətiyini çəksə, üçünü də bir anda biçəcək. Ona görə də tüfəklərini sivirib tullayırlar yerə. Qızılbaşoğlu deyir: "İndi kənara sürün atlarınızı." Özü isə atdan yerə tullanır, tüfəklərdən birini götürüb nəşəylə atlılara deyir: "Gedin, amma heç kəsə deməyin ki, Qızılbaşoğlu Alı bir qamçı ilə bizim tüfəklərimizi aldı." Qaçaqlar mətləbi başa düşürlər. Onlardan biri deyir: "Qızılbaşoğlu, deyilmişkən varmışsan, amma igidi el içində xar eləməz. Mən Əhmədallar xanalıyam, ver tüfəklərimizi, bugündən sənlə qardaşam." Qızılbaşoğlu deyir: "Düşünün, götürün tüfəklərinizi." Özü isə alapaça ürgənin üstünə tullanıb bir göz qırpımında yox olur. Anam qalxaraq mənə dedi: "Gedək." Mən bu xəyallarımdan və Fatma nənəmgildən ayrılıb öz evimizə getmək istəmirdim. Mən bilirdim ki, evimizdə məni atamın sərt baxışları, danlaqları gözləyir. Mən heç bir zaman özümü evimizdə babamgildə olduğu kimi sərbəst hiss eləmirdim. Yalvarıb anamdan xahiş elədim ki, qoysun gecəni qalım babamgildə. Anam dedi: "Qalırsan qal, amma dədənin acığı tutacaq." Nənəm dedi: "Mağıl dayına, tay dabanı çatdaq xəlsənin oğlunun acığı tutdu, dünya dağılacaq. Uşağın üzünü o qədər danlayır ki, evdən eşikdən də perikir." İmaş və Güllü. Həmişə nənəm ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üç köynəyini yamayır. Əldə toxunan kobud yunuşaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi indi də məni görəndə gülümsədi.
Onun arvad kimi köynək yamaması mənə qəribə göründü. Mən ondan soruşdum. Niyə köynəyini özün yamayırsan? Bəs kim yamasın qaqaş, dedi. Anam yox, bacım yox. Onun sözləri məni kədərləndirirdi. Düşünmədən soruşdum. Heç anam bacın olmayıb? O gözü tikişində, niyə olmayıb, dedi. Daş deşiyindən çıxmamışam ki. Anam da vardı, atam da, bacım, qardaşım da. Hələ desəm babam, nənəm də vardı. Özləri də məni çox istəyirdilər. Necə ki, səni baban, nənələrin çox istəyirlər. Mən onun yanında yerə çökərək soruşdum. Bəs necə oldular? O dərindən nəfəs alıb, yamağını tikə-tikə dedi. Bir qonşu xan bizim kəndi qarət eləyib dağıdanda, qırılan qırıldı, qırılmayanda hərə başını götürüb bir tərəfə qaçdı. Kimi acından, kimi azardan öldü. Mən də qoca bir dayımla qaçqınlara qoşulub bu taya keçəndim. Dayıma da Arazda, güllədə idi, Arazda. Mən sükut içində İmaşa tamaşa eləyirdim. Mən bu qədər dərdə onun necə dözdüyünə təəccüb eləyirdim. Nəhayət mən ondan soruşdum. O qonşu xan sizin kəndi niyə dağıdırdı? Çünki bizim xanla düşmən idim. Qəfil bir-birinin kəndlərinə hücum eləyib, çapıb talayırdılar. Bəs şah niyə qoyurdu? Şahın canındandır ki, bizim xanlar bir-birlərini didib parçalasınlar. Niyə axı? Qaqaş, sən hələ uşaqsan, belə şeyləri başa düşməzsən. Yox, sən danış, başa düşərəm. Bilirsənmi qaqaş, şah farsdır, amma biz də, xanlarımız da Azərbaycanlıyıq. Nə olsun? Şah fars olduğu üçün istəyir bizim Azərbaycan xanları bir-birləri ilə boğuşub, başları qarışsın ki, Azərbaycan xalqı şahdan hürriyyət istəməsin. Mən nəyisə dumanlı halda dərk eləməyə başlayırdım. Öz xalqımın taleyi haqqındakı həqiqəti birinci dəfə babamgilin nökəri İmaşdan eşidirdim. Mən xeyli sükutdan sonra soruşdum. Niyə sizin qəhrəmanlarınız gedib şahı öldürmürlər? İmaş qüssə ilə gülümsədi. Çünki, dedi, qoşun, silah şahın əlindədir. Elə bu zaman Güllü bizim yanımıza gəlib məzəmmətlə İmaşa dedi. Ədə, xarabalıqda zadda deyilsən ki, köynəyini niyə özün yamayırsan? Biz burada adam döyülük. İmaş qızardı. Sənə əziyyət vermək istəmədim. Güllü onun yanında yerə çökərək, nə olub, dedi, xanımzad olmamışıq ki, ver bura. Güllü köynəyi İmaşın əlindən alaraq, onun yamadığı yeri nəzərdən keçirib, bərkdən güldü. Yaman da tikmisən. Sonra ayağa qalxaraq, nə üçünsə pıçıltı ilə dedi. Tikib, yuyub, gecə gətirərəm. Yaxşı deyə İmaş da lap yavaşdan cavab verdi. Güllü gedəndən sonra mən elə bil nəyinsə ağırlığı altında İmaşdan soruşdum. Niyə özünə təzə köynək almırsan? İmaş gülümsədi. Çünki pulum yoxdur, qaqaş. Mən dinmədim. Suçlu adamlar kimi qalxıb səssizcə uzaqlaşdım. Mən nədəysə özümü təqsirkar kimi hiss eləyirdim. Birdən elə bil ki, zehnim ayazıdır. Həyatımda birinci dəfə olaraq İmaşın bu qədər yoxsul, bizimsə varlı olmağımıza qarşı qəlbimdə xoşa gəlməz, ağır hisslər oyandı. Elə bil ki, varlı olduğumuz üçün mən İmaşdan xəcalət çəkirdim. Birdən addımlarımı yeyinlədərək gəlib, hələ də taxtın üstündə oturub, papirosu tüstülənən müştüyünü əlində tutaraq, öz-özünə danışan nənəmin böyründən keçib evə girdim. Mən bilirdim ki, Fatma nənəm həmişə pullarını döşəyin altına qoyur. Mən əsl oğru kimi ehtiyatla o yan bu yana baxa-baxa, döşəyi qaldırıb iri bir kağız pul götürərək qaçdım bağa. İmaş üzü qoyulu uzanıb əllərini alnının altında çarpazlamışdı. Mən əyilib onun üzünə baxdım ki, görüm yatıb, yoxsa oyaqdır. O gözlərini açaraq soruşdu. Nə var, qaqaş? Mən iri kağız pulu onun gözünün qabağına tutdum. O pula bir an nəzər salaraq dikəlib oturdu. Bu pul səndə nə gəzir, qaqaş?
Mən dedim, sənin üçün gətirmişəm. Al, get, özün üçün təzə paltar al. O pulu alıb o tərəf bu tərəfinə baxaraq soruşdu. Bunu sənə kim verib, qaqaş? Heç kəs, özüm götürmüşəm. Hardan? Fatma nənəmin pullarının içindən. İstəyirsən yenə gətirim. İmaş pulu fikirli-fikirli bir də nəzərdən keçirərək mənə qaytarıb dedi. Apar, hardan götürmüsənsə, qoy yerinə. Mənə oğurluq pul lazım deyil. Mən özümü pis hiss eləyərək dedim. Oğurluq niyə olur? Nənəmin puludur da. O gülümsədi. O güləndə dümağ dişlərinin görünüşü xoşuma gəlirdi. Nənəm bilir ki, sən bunu götürmüsən? Yox, demək oğurlamısan. Tez apar, necə götürmüsənsə, heylə də qoy yerinə. Sonra dərindən nəfəs alaraq əlavə elədim. Sən yaxşı oğlansan, qaqaş. Ancaq onu bil ki, kasıb da olsaq, bizim nəslimizdə oğru əyri olmayıb. Mənim atam da, babam da kişi adamlardı. O ayağa qalxıb iki qolumdan tutaraq çevik hərəkətlə məni qaldırıb ayaq üstə qoydu. Tərpən qaqaş, bax yerinə qoymasan Fatma xanıma deyəcəyəm. Mən özümü alçaldılmış hiss eləyərək gəlib pulu yerinə qoymaq istəyəndə nənəm içəri girib gördü. Nə qayrısına da? Deyib təəccüblə soruşdu. O pulu niyə götürmüsən? Baxırdım. Yalan danışma, de görüm səni kim öyrətmişdi? Heç kim. Qələt eləmə, İmaş öyrətmişdi? Yox, deyə mən həyəcanla səsləndim. Nənəm bu dəfə məni dilə tutdu. Bəs kim dedi get pul gətir? Güllü? Yox, deyə mən qışqırdım. İmaş? Yox, yox. Yalan danışma. Sünnünün küçüyü. O həmişəri köpək oğlu öyrədib sənim. Bizim tərəflərdə Arazın o tayında yaşayan Azərbaycanlılara həmişəri deyirdilər. Mən pəncərədən gördüm ki, İmaş dəhlizdə sütuna söykənib bizə qulaq asır. Mən bərkdən ağlayaraq nənəmə qışqırdım. Dedim ki, heç kəs öyrətməyib. Nənəm dedi, yaxşı ağlama, ged otur çörək ye. Mən gözümün yaşını əlimin dalı ilə silərək, istəmirəm, dedim. Yaxşı, dəli olma, səhərdən heç nə yeməmisən. İstəmirəm, nənəm hissləndi. Ay irtmək oğlu, tay dünya dağılmadı ki bir söz soruşduq. Nənəm həmişə atamın qarasına acıqlananda onu irtməkli sünnü adlandırırdı. Mən də bir dəfə Güllüdən soruşdum ki, doğrudan sünnülərin itməyi olur? O da qəhqəhə ilə gülərək, əlbəttə, dedi, keçi kimi itməkləri olur. Həmişə nənəm mənə acıqlanıb itməkli oğlu deyəndə yanıb tökülərək ya çeşməyini, ya müştüyünü, ya da yaylıqdan zaddan bir şeyini götürüb gizləyərdim və nənəmin hirslənə-hirslənə axtarışından ləzzət alıb qəhqəhə ilə gülərdim. Bu dəfə də göz-göz eləyib müştüyünü gizlədim. Birazdan nənəm başladı müştüyünü axtarmağa və tapmayıb qışqırdı. Ağız Güllü, gəl gör bu zəhirmar necə oldu? Güllü içəri yürüyüb gülüşünü güclə saxlayaraq soruşdu. Hansı zəhirmar xanım, müştük ya çeşmək? Müştük, deyə nənəm qəzəblə cavab verdi. Allah lənət eləmiş cinlərin işidir. Eyzən mənə sataşırlar. Məni gülmək tutdu. Çöpə gülən Güllü də mənə baxıb qaqqıldadı. Nənəm yana-yana dedi. Ay qızıqmış qancıq, uşaqdır gülür, sən nəyə gülürsən? Güllü səsini içinə salıb xısın-xısın gülərək nəhayət müştüyü tapıb verdi. Nənəm papiros qayırıb çəkəndən sonra mənə dedi. İndi ki yemək istəmirsən, çıx get evinizə. Mən itməkli sünnünün nazı ilə oynaya bilmərəm. Güllü mənim tərəfimi saxladı. Xanım, bu yaxşı oğlandı. Bunun itməyi yoxdur. Anası şiyi olanın itməyi olmur ha. Mən dinməz söyləməz gedib dəhlizdəki taxtın üstünə salınmış süfrənin yanında oturdum. Nənəm də Güllünün gətirib qoyduğu qazandan bir boşqab mənə, bir boşqab da özünə yarpaq dolması çəkəndən sonra Güllüyə dedi. Götür qazanı apar, İmaşa da ver, özün də ye. Güllü qazanı götürüb apardı. Nənəm mənim dolmanın üstünə sarımsaqlı qatıq töküb mehriban səslə dedi. Bismillah elə, ye. Mən nə üçünsə həmişə nənəmin dediyi duaları bərkdən deməyə utanaraq ürəyimdə təkrar eləyirdim.
Mən bu duaların mənasını başa düşmürdüm. Nənəm deyirdi ki, Bismillah deyəndə cinlər qaçır. Mən xörəyimi tələm-tələsi yeyib qutaran kimi qalxıb yürüdüm İmaş olan otağa. O torpaq döşəməyə salınmış keçənin üstündə oturub Güllünün gətirdiyi dolmanı yeyirdi. Güllü ağ qalaylı mis parçalan bir su gətirib İmaşın qabağına qoyaraq dedi. İç, təzə sudur. Sonra oğlanın boşqabına işarə ilə soruşdu. İstəyirsən yenə gətirim, qazanda var. İmaş mənə qəribə gələn bir cüt asta, mülayim səslə dedi. Bəsdir, sən get çörəyini ye. Gözləri eyzən oğlanda olan Güllü, onda birinci dəfə gördüyüm ciddi, hətta biraz da qəmgin ifadə ilə dərindən nəfəs alaraq dinməz söyləməz qayıdıb getdi. İmaş da xörəyini yeyib qutarandan sonra parışdakı suyu götürüb içdi. Mən dedim, Güllü yaxşı qızdı, eyləmi? O təəccüblə mənə baxıb soruşdu. Necə bəyəm? Səni çox istəyir. Nə bildin, qaqaş? Xanımlar deyirdim. Yox, özüm deyirəm. Güllü yaxşı gəlindi, amma üzündən, əlindən eyzən sabun iyi gəlir. İmaş güldü. Neynəsən, qaqaş, dedi. Qulluqçu adamdır. Sənin anan kimi bahalı ətirləri hardan alsın? Mən tutuldum. Yenə də səbəbini bilmədiyim halda xəcalət çəkdim. Sonra çəkinə-çəkinə dedim. Hamı dövlətdə olsaydı yaxşı olardı, eyləmi? İmaş dərindən nəfəs alıb dedim. Nə qədər ki padşahlar var, hamı dövlətdə ola bilməz, qaqaş. Ne üçün? Padşahlar neynir ki? Padşahlar dövlətliləri, bəyləri, xanları əziz deyirlər, amma yazıq rəyyətin qanını sorurlar. Ne üçün, dedim, rəyyət padşaha neynir ki? Rəyyət heç nəmir, qaqaş, neyniyir, padşahlar eləyir. İmaş bir qədər susub, sonra öz-özü ilə danışırmış kimi kinli-kinli əlavə elədi. Rus fəhlələri, kəndliləri öz padşahlarını yıxdılar. Bir gün gələr bizimkilər də İran padşahını çəkib taxtdan salarlar. Onda biz də öz qisasımızı alarıq. Kimlərdən? Bizi əsir yesir eləyənlərdən. Qaqaş, sən belə şeyləri sonra başa düşəcəksən, deyib qalxdı. Gedək, sərin düşdü, mən gərək ağacları suvarım. İmaş bağın ortasından keçən böyük arxdan bellə xırda arxlar ayıraraq ağacları suvarır, mən də tamaşa eləyirdim. Mən hələ də padşahlar haqqında, onların rəyyətin qanını necə sormaqları barədə düşünürdüm. Mən Fatma nənəmdən eşitmişdim ki, adamlar xəstələnəndə bəzən onlara zəli qoyurlar ki, artıq qanı sorub çəksinlər. Sonra Kürdobadan babamgilə gətirilən bir xəstəni həkim müalicə elədiyi zaman zəlini görüb iyrəndim. Çox murdar heyvana oxşayırdı. Mən təzə göyərib qalxmış göy otların arası ilə ağacların dibinə axan dumduru suyun incə parıltıları ilə bu düşüncələrim arasında qəribə bir ziddiyyət hiss eləyirdim və bilmirəm, anamın söylədiyi hansı nağıldansa yadımda qalmış Zöhhak padşah dəhşətli bir qiyafədə xəyalımda canlanırdı. Deyir, Zöhhak ilanı sayiş eləyirmiş və ilanların mərhəmətini qazanmaq üçün onlara körpə uşaq beyni yedirdirmiş. Mən anamın söylədiyi nağıllarda yaxşı padşahlar haqqında da eşitmişdim. Ona görə də İmaşa dedim. Yəqin sizin padşah pis padşahdır. O sakit şırıltı ilə axan suyu bir ağacın dibindən o birinin dibinə bağlaya-bağlaya dedi. İlanın ağına da lənət, qarasına da qaqaş. Hamısı bir köpək oğludur, hamısı. Doğrusu İmaşın bütün şahlar haqqında bu cür deməsi mənə xoş gəlmədi. Mən əlimdəki çubuqla dizə qədər qalxmış yaşıl keşnişi vura-vura gəldim Fatma nənəmin yanına. Nənəm yenə də uzun müştüyü əlində tüstülüyə-tüstülüyə gözlərini bir nöqtəyə zilləyərək qaynı eyvazın qarasına deyinirdi. Kişinin boş damarından yapışıb qazandığını çəkir kamına, nə Allahdan qorxur, nə də bəndədən utanır.
Mən bir qədər ona qulaq asandan sonra dedim. Padşahlar da rəiyyətin qanını sorur. Amma sən deyirdin padşah Allahın dostudur. Allahın dostu da qan sorar. Nənəm təəccüblə üzümə baxıb soruşdu. Nə bildim padşah rəiyyətin qanını sorur. Odur İmaş deyir. Deyir ki, padşahların hamısı köpək oğludur. Nənəm kənar bir adama müraciət eləyirmiş kimi acıqlı-acıqlı dedi. Görürsən bu həmşəri Vələdüzzeynanı. Yaxşı deyiblər ki, yetimin fağırı olmaz. Nənəm ağacları suvara-suvara bəri gəlmiş İmaşa qışqırdı. Ədey, qələtini elə sarsaq-sarsaq danışıb uşağın başını doldurma. Sənin padşahla nə işin var? İmaş nənəmə heç bir söz deməyərək mənə baxdı, xəfifcə gülümsədi. Ancaq onun bu güclə sezilən gülüşü məni pərt elədi. Mən öz qəbahətimi hiss eləyərək ağlamsınmış səslə nənəmə qışqırdım. İmaş düz deyir də, bəs niyə Rus fəhlələri Nikolay padşahı taxtdan yıxdılar? Kəs səsini, deyə nənəm qışqırdı. Padşahı yıxdılar ki, indi olub papa qaldı qaşda, padşahın üzünə ağ olan Allahın üzünə ağ olur. Bu zaman babamgilin Qumaş adlı palıdı rəyli ov tulası gəlib qabağımda dayanaraq mehriban-mehriban üzümə baxıb ətəyimi, əllərimi qoxladı. Pərtliyim dərhal sovuşdu. Güllü yuyub sərdiyi paltarları ipdən yığıb gedəndə qulağıma tərəf əyilib pıçıldadı. Adam xəbərçi olmaz. Mən yenə öz hərəkətimdən xəcalət çəkərək bilmədim Güllüyə nə cavab verim. O gündən sonra İmaş mənlə daha əvvəlki kimi həmsöhbət olmadı. Hə, yox deyə ancaq suallarıma qısaca cavab verirdi. Hətta məni əvvəlki kimi qaqaş da demirdi. Lazım olanda soyuq ifadə ilə adımı çağırırdı. Bu da məni pərt eləyirdi. Fikirləşdim neyniyim ki, İmaş yenə də əvvəlki kimi mənlə həvəsdən söhbət eləsin. Biz ikilikdə olanda da Fatma nənəm eyzən Bayram babamın qardaşı Eyvaz və onun ailəsi haqqında, bəzən də atam haqqında öz-özünə danışırdı. Həmişə mənə elə gəlirdi ki, nənəm kimi isə görür, kimə isə müraciət eləyir. Bu gecə yenə də nənəm öz-özü ilə danışanda mən soruşdum. Nənə, sən cinlərlə danışırsan? Nənəm diksinərək Bismillah, Bismillah, dedi. Sonra ay itmə yolu oğlu, dedi. Gecə vaxtı o Allaha lənət eləmişlərin adını niyə tutursan? Mən təkrar soruşdum. Nənə, sən onları görürsən? Nənəm yenə də Bismillah deyib, yandakı sap əyilən iynə ilə qoluma vurdu. Sonra İmaşa dedim. Dur bu itmək oğlunu apar evlərinə. Mən qışqırdım. Getmirəm. Fatma nənəm mənlə nə qədər dalaşsa da, lap hissənib vursa da, yenə də onlarda olmaq, öz evimizdə olmaqdan mənə xoş gəlirdi. Çünki mən hiss eləyirdim ki, nənəm nə qədər acıqlansa da, yenə məni çox istəyir. Ancaq mənə elə gəlirdi ki, Bayram babam məni hamıdan çox istəyir. Mən onlarda özümü son dərəcə sərbəst, azad hiss eləyirdim. Onlarda heç kəs məni atam kimi hər şeyin üstündə danlamırdı. Heç kəs atam kimi məni küt adlandırmırdı. Əksinə, Bayram babam həmişə mənim ağıllı oğlan olduğumu söyləyirdi.